Ulu Tanrı'nın adıyla Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billahil aliyyil azim. Beyin mühendisliğine qarşı Türkçə əski kitabların 364-cü proqramın Allahın lütf və kərəmi ilə başlayırıq. Ümidvaram ki, bizim millətimizə xeyr eləyə və bizim millətimiz bunları görməklə ki, bizim türklər bu əzəmətlikdə bir uyğarlıqların sahibi yox və bu uyğarlıqlar bizdən keçən 250 ildə gizlənilibdir və bizim beynimizi tərsə doldurublar. Bundan özümüzə gələk və çalışaq ki, yeni türk çağın yaradaq. Dünənki proqramda, keçən cələsə proqramda Qanuni Sultani və Saətnamə adında kitablara baxdıq. Mən Saətnaməni bir də açım, görək ki, görmüşük ya yox. Burada Saətnaməni görürük. Mənim nəzərimə əvvəldə gəlirdi ki, bu Saətnamə bir teknolojik kitab olar. Teknoloji haqqında olar. Amma sonra gördüm ki, belə deyilmiş. Bu kitab çox da qiyamət haqqındadır əslində. Saat ora işarədir. Qiyamət saatidir. Quranda bir ayə vardı. Ona görədir. Bir dənə ayrı kitab bu gün açırıq. Onu dünən açmışdıq və bağlayaq Saətnaməni. Çox qolay yazılıb, çox da gözəl sözlərlə, yəni çox sadə yazılıbdır və çox rahatca oxunur. Bundan belə ki, kitab özü çox xəsarət görübdür və çox köhnəlibdir, çürüyübdür hətta. Daha bir kitab açırıq. Şəfaül Qulub adında bir kitab. Amma mən dünən bir video gördüm Türkiyədən və sonra bir video gördüm ərəblərdən. Bir nəfərin adından danışırlar. Cəziri adında. Və mən onun kitabını fikir edirəm ki, download indirdim. Cəzirini ki, bu elmi cəbridir, nə də onun adına deyil. Cəzr ehtimalən onun adınadır. Kitabı deyil, onun öz adınadır, yəni vətənidir əlbəttə, onun vətəninin adınadır. Çox bir insan o zaman əcib dəstgahlar ixtira edib. O dəstgahların çox diqqət ilə nəqqaşilərini çəkibdir. Mən bunu biraz baxdım, amma indi cəlib budur ki, onu tapmaq özü mənə bilmirəm ki, bunu hara qoydum. Onun burada baxım görüm özümə göndərmişəm ya yox. Allah Allah, bu da beləsi bir mərəzə mübtəla olubdur. Görək ki, əgər açsa, mən ehtimal verirəm burada bura qoymuşdum, amma nədənsə o tamam, beləsi olacaqmış. Görün, mən onu hara download elədim, amma özümə göndərmişəm ya yox. Onu ən azından linkini eləyə bilərəm ki, açım və o kitabı görək. Yəni, çox cəlib bir kitabdır. Görməsi bizim üçün çox önəmlidir. Mən burada əgər özümə bir şey göndərmiş olsam, yox, bu da deyil. Ehtimalən ilə özümə indirmişəm, o cüsü qalıbdır. Kitabının adını tapsam, onu çox rahatca download eləmişdim və downloadda image deyildi, video file, download Əl-Cami Beynəl-İlmi vəl görün bunun adı nədir? Bunu görmək istərəm, yəni. Çox cəlib bir kitabdır. Bunu bu günləri buna da bir baxış salsaq,
Gedək burada şeydən köməkli qalaq. Əl-Cami beynəl ilmi vəl əməli ən-nafi'i fi səna'ətil hiyəl fi səna'ətil hiyəl. Əgər bunu tapa bilsək, PDF-də yazaq. PDF. Görək ki, ərəbcədir ona görə. Əl-Camiətə PDF. Görək tapa bilsək, bunu indirsək çox gözəl olar. Əgər buradan olursa, fikrim ilə mən də buradan indirmişdim. Amma bu kitab deyil, ya budur. PDF buradır, bəli. Umarım ki, bu şey olsun, yəni bu verjini, bu çapı olsun. Çünki bu kitab sonralar çap olubdur. Əl yazısı deyil, ərəbcəsi olsa, əl yazı olsa oxumaq olmaz. Ona görə fi tarixil ulumul ərabiyyə əl-İslam silsilə tarixil teknolojiyə 2 İbn Ərabi İsmail Əl-Cəzri təhqiq. Bu ikinci cildidir. Əlbəttə bunun birinci cildi də olacaq. Kitabın biraz yekəldir. Mən bunu download da eləyim ki, bizim save eləyək burada. Amma eyni halda indi bunu açsaq bizə daha yaxşı olar. Məndəki cild əlbəttə ehtimalən birinci cildidir və fərqlidir o ki indirmişəm. Kitabın burada bir neçə səhifə, 28 səhifə ehtimalən gördüyümüz bura kitabın adıdır. Görürsünüz bunu. Məsadir və dirasatın fi tarixil ulumil ərəbiyyə əl-İslamiyyə. İslami və ərəbi tarix, elmlər tarixində belə bir şey yoxdur. İslami tarix yoxdur. Yəni İslami tarix demək, müsəlmanların tarixi vardır. Müsəlmanların elmi vardır. Müslümin yazsaydı daha yaxşı idi. İslamiyyət, bunlar fi tarixi ulumil ərəbiyyət və İslamiyyə. Bu həm dərsdir, həm də mənbələrdir. Silsilətun tarixi ilə tarixi teknolojiyə. Tarixi teknolojinin ikinci cildini göstərir. Bunu təsnif Əbil-İz İbn İsmail el-Cəzəri belə bir adına təhqiq döktür Əhməd Yusuf Əl-Həsən. Yəni bunu bu kitabı ehtimalən təzə formatda yazan bu Əhməd Yusuf Əl-Həsəndir və burada bunu görürük. 1979-da, indi də 25 buradan, 20 hələ desək də 20 də oradan, Ududən 45 ilin, 46 ilin kitabıdır bu, yəni öncə çap olubdur. Səhifələri biraz yekəldək, bu səhifə yerləşsin burada, eləyə bilək, rahat görək. Burada kitabın mühtəviyyatı kitabı görürük, çox önəmlidir. Bunlar, dostlar, bizlər bunları bilmədiyimiz üçün kökümüzlə tanış olmuruq.
Burada deyək ki 16 səhifə buradan gəldik. Burada təqdim, müqəddəmə kimi bir şeydir. Kanəl kitabul cəzəri əl-cami beynəl ilmi vəl əməl ən-nafi fi səna'atil hiyəl min əvail kütübilləti. Bunu mən biraz da keçərsəm daha yaxşı olar. Əvail illəti əkəfə ma'hədət tirathil ilmiyyəl ərəbiyyə fi təhqiqha. Fəqəd buşirə bihazihil əməli fi əvaili 1976 işində başlayıblar bu işi görməyə. Hər halda yenə burada rusum kitabda olan nəqqaşilər ki, ya rəsmilər ki, hətta dizayn desək yaxşıdır. Yəni çünki sənayedə nəqqaşi demirik da, tərrahi deyirik, tərh deyirik farsça dediklərində, amma bu əslində dizaynıdır. Maşınları nə cür dizayn edilmiş. Nisfu dairətil münezzəmil xuruci lil ma. Burada görsədir ən-Ərişmidos. Ərişmidosdan bir dənə nə cür suyu quyudan çəkək eşiyə yarı dairə ilə. O cür bir şeyin üstündə işlir və beləsi. Dairətun kamilə limunəzzimi xurucul ma dəstur. Burada dəstur yəni rəviş, yol, o yol yöntəmi ki, ondan bunu düzəldirlər. Burada da şəkilləri yazır. 9-cu səhifədə ehtimalən, bəli, 9-cu səhifədədir bu. Keçsək bu 9-cu səhifəyə. Bunlar hələ feilin o şeylərdir. Dərsə əvvəl, dərs sani, ya şəkli əvvəl, şəkli sani, beləsi bir şeylərlə davam edir. 27 səhifə burada şey var, yəni ehtimalən müqəddəmə kimi bir şeylər vardı. Nədir, mən bilmirəm bunları. Diqqət oxumamışam da, yəni. Hətta burada İstanbul gördüm. Məktəbətun Topqabi Saray İstanbul. İstanbulda belə bir əlyazma vardı. Xəzinə rəqəmi də 414. Belə bir deyir orada əlyazma vardı. Yenə Topqapıda bir ayrısı vardı. Məxdutətun Topqabi Əhməd Salis dövründə 34-61 nömrəli. Yəni İstanbulda bundan çox vardı. Bəlli olan yenə də bir ayrısını yazıbdı. 3350, yəni 3350 nömrə ilə. Oxfordda bir danası var, 27 nömrə ilə yazılıbdı. Londonda var. Özür istəyirəm, London yox, Leiden. Əl-Məxtutə over 656-cı. Yenə də həman vardı orada bir ayrısı. Paris, Oxford, Paris, Leningrad. Burada da dahi var. Əl-Məktəbətül Vətəniyyə Paris. Bu da bir ayrı kitabxanadır. Vətəni, yəni ehtimalən milli. Parisdə Əl-Məxdutətün Farsiyyə. Bu da Farsidir. 1145-də yazılıbdır bu. İbarətlə tərcüməti bil-lüğatil farsiyyə li məxdutətil cəzəri. Bunun əl yazısını, Cəzərinin əl yazısını farsiyyə çeviriblər 1145-də ki olur təudu ilə am 1291 hicri. 1291 hicridə bunu farsiyyə çeviriblər. Bu kitab Parisdə kitabxanadır. Üslubi təhqiq nə cür bunun kitabın üstündə işləyib onu göstərir. Bu adam təhqiqlər eləyibdir. Əhəmmiyyətü Kitabil Cəzəri. Kitabın Cəzərinin yazdığı kitabın əhəmmiyyəti nədir? Dostlar, biz istəyək istəməyək, xoşumuz gəlməyək, dinçi olaq, dinsiz olaq, sekular olaq, kafir olaq, əslində o önəm daşımır. Vaqiyyət budur ki, biz bir dana mədəniyyətə bağlıyıq. Bu mədəniyyətin adı müsəlmanlar mədəniyyətidir. İslam mədəniyyəti mənim şeyimdə yoxdur, zehnimdə yoxdur. Çünki İslam bir yaşam qanun çərçivəsidir. Bir elm deyil özü, bir teknoloji deyil özü, bir toplum deyil özü. Yəni toplumun da hər şeyini dəyişdirə bilmir. Yəni bunu deyək. Gene Cəzərinin kitabı. Burada müqəddəməsi çox uzundur. Yəni o şey ki, yazar özü yazıbdı, ehtimalən burada qutaracaqdı. Qutardı, bəli. Gəlir burada Əl-Məraci Ərəbiyyə. Biz İranda buna nə deyirik? Deyirik, fehristdir, nə mənə? Ərəbcə kitabların listini gətirir ki, harada bu Cəzərinin kitabından istifadə olubdur, ya ad gətiribdir, ona istinad eləyiblər. Onları burada ərəbcəli, əvvəl ərəblərin İbn Cübeyridir, İbn Hoqəldir, bunu biraz da yekəldim ki, gözüm görsün, kamil. İbn
İbnül Fəda'dır, Əl-İstəxəridir. Yenə də İstəxərinin bir ayrı kitabı vardı. İki kitabı var zahirən burada. Bir Kitab-ül Əqalim və bir də Məsalikül Məmalik. Bu iki kitabda yazıldı. Əl-Bağdadi, Səfiyyəddin Əbdülmümin ibn Əbdülhəqqil Bəğdadi. Bu da kitabında gətiribdi. Əl-Həsən Əhməd Yusif. Bu da Təqiyyüddin vəl-Həndəsətül Mekanikiyyətül Ərəbiyyə adlı bir kitabda ehtimalən bu adını gətiribdi. Hələbdə çap olubdu bu da. Həsən, bunlar hər halda bunlardan geçək, bunlar çox uzundur. Bu müqəddəmə qurtarır. Ondan sonra Əl-Maraciül Əcnəbi, Əl-Maraciül Əcnəbiyyə əcnəbi kitablarda, yəni ərəb olmayan kitablarda, mənbələrdə Cəzərinin təhqiqatı nə cür kitablarda adı keçir ya təhqiqatına istinad olur. Burada 17, burada da 17-dən 34. 34 mənbədə qeyri-ərəblərdən istinad edibdir. Sonra kitabın adını görürük burada. Mən gördüyüm kitabın cildində bu cürsü başlanır. Təsnifi Əbil-Əziz, Əbil-İzz olacaqdır. Əbil-İzz ibn İsmail Cəzəri. Adı budur, Əbil-İzzdir. İzzin dədəsi. Özü də İsmail Cəzərinin oğludur. Cəzəri. Rəhmətullah Teala əleyh kitabında adının üstə yazmışdı, mən onu oxuya bilmədim. Bu Kufi xəttidir, ehtimal verirəm. Kufi xətti də deyil, əlbəttə bu bir dənə təzini bir xəttidir. Əl-Cami'u beynəl ilmi vəl-əməli ən-nafi'i fi kənaəti, sənaət olacaqdır. Kənaət oxuyuram. Fi sənaətil hiyəl. Oxuya bildim, biraz da o zehnimdə var idi, ona görə oxudum. Yəni qabaqcadan oxumuşduq. Bismillahirrahmanirrahim. Rəbbi yəssir bi rəhmətik. Qaləş-Şeyx Rəis Əl-Əmal Bədiüz-Zaman. Əbul-İzz ibn İsmail ibn Ər-Rəzzaziyil Cəzəri. Rəhməhullah Teala bu beləsi deyibdir. Buradan başlayır kitabın. Elhamdülillahil. Görək bu necür başlayıbdır. O kitabın birinci cümlələri çox önəmlidir. Çünki öz təxəssüsü üzündən Allaha istir şey eləsin, həmd sitayiş eləsin. Çünki hər kəsən öz zehni ilə Allahla danışır və bir molla fiqh ilə danışır, o birisi fəlsəfə ilə danışır, hikmət ilə danışır, hələ bir dil ilə danışır. Bu da mühəndisdir. Mühəndis görək necə danışır. Elhamdülillahil mübdi sənəhu. Əvvəl bu ki, Allah mübdidir, ibda eləyən, ixtira eləyəndir. Sənəhu yaradacıdır, sənaət edəndir. Fis səmaiyyat göylərdə. O şeylər ki, göylərdədir. Səmaiyyat. Əlbəttə burada ola bilər, hətta olsun eşidəcəklər, o şey ki, eşidirik onlardan. Əl-mudu'i əsraril hikməti fil ərziyyat. Burada da o şeylər ki, hikmətlər ki, əsrar ki, yer üzərində ya yerin deyək ki, küre-i zəminin yeraltı, yer üstündə qoyulubdur onlara. Məsələn, adamlardır, heyvanlardır, quşlardır, balıqlardır, sulardır, mədənlərdir, daşlardır. Hər şey ki var yerin altında, yerin üstündə, suyun içində, suyun altında. Bu yer kürəsində onlara deyir ki, əsrar-ı həkəmihi fil ərəziyyat. Fəhiyyə nusxətun min aləmi mələkuti. Bunların hamısı o fissəmaiyyat o göylərdəki və fil ərəziyyat bunlar hamısı nusxeyi az aləmi mələkutdur. Aləmi mələkut elə bir orada bir iki kitabdır. Bir kitab oradadır, biri eyni kitabın burada vardır, nusxəsidir. Və dəlil-i qatin ələ cəbarutuhi və onun cəbarutuna qati bir dəlildir. Əhmədəhu ələ ma əlimə. O şey ki bilirik, ona şükür olsun Allaha. Və istəzəydəhu min fəvazilin nə'mi və hiyə mətlubatul hikəm həmdən yumasilu bəzi ihsanihi və cəzilə imtinanihi və səlatu əla seyyidina. Çünki bu çap kitabdır, bunu deyim. Çap kitabı olduğundan oxumağı rahatdır. Amma bu üçün nə deyir, o təxəssüsü bir deyil və ərəbinin yuxarı səviyyədə bir mühəndis yazıbdır. Bunu mən oxuyayım, düşünüm, bu rahatlıqla deyir. Oxuya bilərəm, qələtdən, bulatdan oxuya bilərəm, amma anlaması özü bir şeydir. Mən fəqət istirdim bu kitabla tanış olaq. Əgər eləyə bilsəm, mən bundan bir neçə şəklini görsək. Ən-nu'il əvvəli fi əməli fənakin yu'rəfi minha məziyyü saat
müstəviyyətən və zəmaniyyətən bil ma'i vəl şəm. Nə cür saatı düzəldir əslində. Burada saat nə cür şəmlə və nə cür su ilə zamanı ölçək, saatı ölçək. Onun haqqında bir şey başlayır. Ən-no ilə əvvəl yenə də başlayır. Burada bir dənə bir şey ayları qoyubdu. Bir dənə dəstgahdır deyib nə mənə. Əlbəttə mən gördüyüm bundan biraz o birisi kitabda bundan biraz daha nəzərimə gəldi, gözəldir. Əş-şəklül əvvəli min no ilə əvvəl və huvə bi indi bunu gəl oxu. Ben kam ya'refu minhum məziyyə saat zamaniyyə bil ma'i və yaqsimuhu ilə fusulin əşərə. 10 yerə bölünür. 10 dana fəslə ya bölümə bölünür və bu suyun axması ilə onun üzü ilə zamanı hesablayırlar. Bu birinci dəstgahdır ki, düzəldibdir. Burada şəklini görürük. Onun tərrahisidir. Diqqət buyursanız, bu nə cür işlir? Ehtimalən onu bilmirəm. Burada o dairəni nə cür içində olur? Bir dənə ayrısın beləsi işlir. O dəstgah nə cür düzələcəkdir? Onu göstərir. Burada yenə də ayrısı o dəstgah nə cür düzələcəkdir? Onun o birisi bölümlərini göstərir. Burada bir ayrı ehtimalən ya qonuya keçir ya da ki çünki kitabı oxumamışam və bilmirəm də bir şey bunun haqqında deyə bilmirəm. Ər-rəsmu ən məxtutə. Bunu elə kitabdan götürübdür. Orada nəqqaşinin özündən götürübdür. Deyir ki, burada çap edibdir. İbarətül məlikil lillahi rəhmət min qəbli rəssamil məhədə istinadən ilə məxtutə yuqabilu hazır rəsmi əl-muhəti o əy rəqəm minəl xəmis ya həmin lövhətin əsamiyyə. Belə bir şey oxuya bilmirəm. Yəni əslində görmürəm də bunun yazıların, amma birinci nəqqaşı budur, orada götürülübdür. Burada görürsünüz, indi getdi. Ehtimalən bu məxtutədən, yəni o şeydən belə bir əksi, bir dənə indi qabdır ehtimalən, istikan kimi bir qabdır. Onu götürübdür və bunu bir dənə boşqa kimidir zahirən, qırnası var. Ki indi şir deyirik İranda, qırna da demirik. Bundan açılır, bağlanır, nə olur? Gözəl görürük burada. O zaman yəni eləyə bilib adam o suyu açıb bağlayan ki, indi açıl bağlanır, onu burada şəklin bizə göstərir və biz bunu görə bilirik. Bu dəstgah nə üçündür, nə deməkdir, onu mən bilmirəm. O dəstgahın ehtimalən özünün düzəltmağını burada göstərir. Yəni bunun nə cür düzələcəkdir, onu yavaş-yavaş burada göstərir. Şiri məsələn burada göstərir. Şirin içində o məxrut nə cür olacaqdır. Çox əla bir şey. Yəni diqqət buyurun burada. Tikə-tikə bölübdür. O hər tikəni nə cür düzəldəcəklər. Çox ciddi mühəndisliklə bunu şey eləyibdir. Və burada onun göstərmağına bir şey düzəldibdir, bir dəstgah düzəldibdir. Qismətun əl-əczaü's siğar leysət muhaqqaqətən mə'a qismətil buruci bin təqribdir ehtimalə. Hər halda burada da bir dəstgahlardır görsənir. Dəstgahın davamı var. Diqqət buyursanız burada dəstgahlar 17-ci əksidir. Nə cür yontalanıblar, bir-birinin içinə girəcəklər, bağlayacaqlar, onu göstərir və burada da aynı tazaşdan bir ayrı dəstgah da onun içinə girir. Ehtimalən bu şiri olacaq, şirin qırnası dediyimizi burada onu düzəldir. Ehtimal verirəm, mən bilmədiyim üçün bunlardan çox da baş çıxartmıram. Bu birinci ehtimalən dəstgah olacaq. Görək ki, aha, burada məsələn bir ayrı dəstgaha gedir. Ehtimalən nə deməkdir bilmirəm. Burada bir dənə dəstgah görürük. Əcəb oxuya bilsək bunu. Burada ilə foqi və əsvəli keydun əl-təbali və zəhərəhu eyzən multəsəqi bil-hicabi və fəsələ və fazilun murfəqətun daxil fi xirəqi fil-hicab. Hər halda mən bunları indi baş tapıram. Zahirən bu da bir saat kimi bir şeydir, su ilə işlir ya hər nəminə. Mücril kərrat. Mücril kərrat. Ehtimalən nə deməkdir bilmirəm. Bir dənə beləsi bir dəstgahdır. Aynı dəstgahın bir ayrı modelidir. Şayət elə həmandır. Mən onu yenə də bilmirəm.
burada yəni mən görürüm ki, bundan bir daha kompleks bir dəstgaha rast gələ bilərik. Çünki indi bizlərə bunları çox sadə gəlir. Amma siz fikir edin ki, bu 700-800 il bundan qabaq yazılmış bir şeydir. Cəzərinin. Qoyun bunu bağlayayım mən. Ən yaxşısı budur. Gedək burada soruşaq ki, Cəzəri haqqında, Cəzərinin adı nə oldu? Əbul-İzz ibn İsmail Cəzəri. Əbul-İzz ibn İsmail Əl-Cəzəri kimdir? Onun önemi, onun kitablarının önemi nədədir? Görək ki, bu haqda bizə yəni oxuya bilmirik onu, ən azından budur ki, görək. Bədiüz-Zaman Əbul-İzz ibn adı Bədiüz-Zamanmış. Zamanın ölçənin əvvəli, birincisi başdan gələni. Bədiüz-Zaman Əbul-İzz ibn İsmail ibn Rəzzazil Cəzəri. 12-ci əsrdə, 13-cü əsrin əvvəllərində yaşayan böyük bir etkisiz, mekanikal bir mühəndis, ixtiraatçı və riyaziyyatçı idi. O, İslam qızıl çağının ən önəmli simalarından biri sayılır və bu gün bir çox alim onun robotikin atası kimi tanıyır. Onu robotikin atası kimi tanıyır. Bu böyük şəxsiyyətin önəmi və əsərləri haqqında əsas nöqtələr belə xülasələ eləmək olar. Əbul-İzz ibn Cəzəri kimdir? Əvvəl bu. O, Diyarbəkridəki Artuqlu sarayında 25 ildən çox baş mühəndis kimi çalışmışdır. Əl-Cəzəri adı onun doğum yeri olan Əl-Cəzirə, Diclə və Fərat çayları arasındakı bölgə ilə bağlıdır. Onun çalışmaları nəzəriyyədən çox pratik, yəni fəqət düşüncədə danışmayıbdır, teorik danışmayıbdır. Onun çalışmaları nəzəriyyədən çox, teorikdən çox pratik həndəsiyə söykənilirdi. Ən önəmli əsəri, onun dünyada məşhur olan kitabı Əl-Cami Beynəl İlmi vəl-Əməl Ən-Nafi fi Sənaitil Hiyəl, faydalı mekanik bilgisi və tətbiqinin toplusu adlanır. Bu kitab orta əsrlərin ən görkəmli mekanik rəhnuması sayılır. Kitablarının və ixtiralarının önəmi, Əl-Cəzirinin mühəndislik tarixindəki önəmi bu nöqtələrdədir. İndi mən bunu deyirəm ki, məsələn, gedək o, əgər səhv eləmirsəm, İtaliyada bir müxtəri var, onunla bunun tarixini müqayisə eləsək, görək ki, hangi illər olacaqdır. İndi bunu sonra yazaram, tarixin hicri deyər, daha rahat başa düşərək. Robotik və otomatlar. O, dünyada ilk dəfə olaraq öz-özünə çalışan mekanik qurğular, otomatlar düzəltmişdir. Örnək üçün, qonaqlar üçün su tökən mekanik xidmətçi. Qonaqlar gəliblər, onlara su töksün. Mekanik xidmətçi ya da mekanik musiqiçi dəstəsi. Diqqət buyurursunuz, yəni musiqi çalsın özləri. Yəni, indi hələ feilən yoxdur əslində. Mən bir dəfə dedim, zaman içində güclülər kimlə himayət edirlər, hangi teknolojidən himayət edirlər, o gəlir üstə. O ki, himayət olmur, gedir əşaya. Və yüzlər il sonra, bəlkə 1000 il sonra biz bundan qarşılaşacağıq. Milşəft. Milşəft bu, onlar ki, şeydə işləyiblər, maşın mekanikində ya o birisi dəstgahlar da bilirlər ki, milşəft nə deməkdir? Milşəft Əl-Cəzri mekanik tarixinin ən önəmli parçalarından biri olan milşəft ilk istifadə edənlərdən biridir. Bu ixtira dairəvi hərəkəti, beləsi fırlanan bir hərəkəti
düz xətti hərəkətə çevirir. Məsələn, təyyarələr beləsi fırlanırlar da, amma bir şey o təyyarə bağlı fəqət bu hərəkət eləyir. Məsələn, görürük ki, maşın hərəkət edir, düz gedir. O halda ki, o şeydir. Dairəvi hərəkəti düz xətti hərəkətə çevirir ki, bu gün maşın motorlarının əsasını təşkil verir. Motorun da içi elə dairəvi fırlanır, amma biz onu görürük ki, müntəqil olur, dəstgahlarla gəlir təyyarələrə, təyyarələrdən də biz gedirik. Su saatları, onun düzəltdiyi fil saatı, elephant clock deyə, o dövrün teknolojisinin zirvəsi idi. Bu saatdə Hind, Misr, Yunan və İslam mədəniyyətlərinin elementləri bir yerə toplanmışdı. Gəlibdi 3 dənə, 4 dənə təməddünün o əsli önəmli şeylərin gətirib toplayıb orada. Yəni ki, bu bir yerdən deyil. İnsanın fikri kökü var. Hər nə fikri ki, biz bugün danışırıq, bu bizim bugün yaratdığımız deyil. Bunun bir kökləri var. Biz bir yerdən bir kəlmə ilə sızmışıq, sonra biz bunu öz zehnimizdə keçətməyə, dəyişdirməyə çalışmışıq. Su saatlarını oxuduq. Su maşınları. O suyu yuxarı. Ehtimalən su pompaları olacaqdır. Su pompa elə yazıbdır, qələtdir. Su pompaları. O su yuxarı qaldırmaq üçün özəl külbələr və dişli, mən indi bunu külbə oxuram, külbə olmayacaq. Ehtimal kəlbələrdir, nədir, mən bilmirəm. Və dişli çarxalar sistemi icad etmişdi. Çarx dəndə deyirik da, indi bu günləri inan çarx dəndə dedikləri bir şey. Özəl bunları deyir ki, dişli çarxlar sistemini icad etmişdi ki, kənd təsərrüfatı, kətlərdə, yerdə, bağda, orada, burada və şəhərlərin su təminatında böyük inqilab idi. Bu da suyu nəcür quyudan çıxsın, gəlsin, əkinəcəyə fulana. Dəqiqlik və təsvirlər. Əl-Cəzirinin kitabını önəmli edən başqa bir səbəb nədir? Onun çəkdiyi rəngli və dəqiq mekanik şəkillərdir. Mən gecə baxdığım kitabda qırmızı rəngləri gördüm, amma bugünkü bu kitabda görmədim onları. O qədər dəqiq təsvirlər çəkmiş ki, bu gün də o şimalara baxaraq o qurğuları yenidən düzəltmək mümkündür. Bu beləsi. İndi deyək ki, bunu tarixlərin yazsın. Tarixləri hicri ilə yaz lütfən. Bunu da bir dəfə desək. Əlbəttə, Əbu'l-İzzil Cəzərinin həyatı və əsərlərini hicri tarixi ilə daha dəqiq belə ifadə etmək olar. Yaşadığı dövr 530 hicri ta 603 hicri qəməri illər arasında yaşayıbdır. İndi bunu yazaq ki, nə dedik kitabın adı necə indi yadımızda olsa, bunu gedək kitabın adını yazaq, hələ yazaq yazar və mühəndis. Ad, tarix. Bu adam 530 hicri ilə 602 hicridə yaşamışdı. Tamam, indi buna bir baxaq, görək ki, neçə ili olar. İndi biz yaşırıq 1447-ci ildə İslam Həzrət Məhəmmədin köçməyini hesab edirik. Bundan çıxsaq 500 deyək, biz 600 də deməyək, 530 da deməyək, ortada deyək ki, 580-də. 580-i bundan çıxsaq, 867 il bundan öncə əlbəttə kitabın tarixində soruşa bilərik. Onu da soruşum, qoyun. Əcəba burada yazıbdır. Mühəndislik kökləri hicri vəfat edibdir. Ən önəmli kitabın hangi hicri tarixdə yazmış? Görək ki, o tarixi deyə biləcək bizə. Deyir ki, bu kitabı yazmaq üçün o Əl-Cəzri bu kitabı
Əl-Cami kitabın da adı Əl-Cami Beynəl elmi vəl əməli ən-nafi faydalı olsun fi sənaətil hiyəl Əl-Cəzri Cəzri yazardı və bunun bu illərdə yaşayıbdı. Deyir ki, Əl-Cəzri bu kitabı yazmaq üçün 25 ildən çox vaxt sərf etmişdi. Yəni zaman qoyubdu onları düzəltməyə o dəstgahları. O Artuqluq hakimiyyəti Nasiriddin Məhmudun fərmanı ilə öz ixtiralarını və mekanik təcrübələrini bu əsərdə topladı. Cəlib nöqtə budur ki, Əl-Cəzri kitabı bitirdikdən qısa bir müddət sonra, yəni elə həman 602-ci hicrdə vəfat etmişdir. Deyək ki, 600-də şey olubdu. Yəni bəlli oldu ki, bu kitab 25 il buna vaxt qoyubdu. Bir 80 demişdik elə o hududlarda desək daha yaxşıdır. Çünki o hududlarda başlayıb bu kitabı toplamağa. Hətta 600-də desək ki, bunun deyək ki, beləsi gəlirik bura, bunu şey elərik. Deyək ki, 1447-ci ildən çıxsaq 600 ili bu adam 847 il 602 də fut etmiş yazı tarixi deyək ki 800 üzrəm 800 600 deyək əslən 600 desək olar 847 il öncə bir kitab yazılmış. İndi biz özümüzü niyə bu qədər şey görürük? Bu çox ciddi bir məsələdir. Gedək kitabımızın o birisi kitabımıza. Yəni bunu hər halda Cəzrinin bu kitabın biraz gördük. Gedək bu Şəfail Qulub, yəni türkçə kitablara. Biz bu günləri çox türkçəni danışacağıq, amma istədim fəqət görəsiniz ki, biz müsəlmanlar toplumları elmidə də öndəymişlər. Amma bu günləri ən geridə qalan millətuq. Niyə? Onu gərək axtaraq, tapaq. Birinci kitab ki, türkçə bu günləri istəyirik oxuyaq, tanış olaq ondan. Adı Şəfail Qulubdur. Şəfaül Qulub. Bu kitab zahirən 1161-də 268 səhifədə yazılıb ki, PDF-də 134 səhifə görürsən. Kitabın əvvəl baxaq görürük kitabxanada necə saxlanılır. Ondan biz bir məlumat alaq sonra. Kitab cildini görürük. Bu cild ehtimalən cırılıbdır, cild yoxdur. Çünki kitabın mən nəzərimə aşağıda görürəm ki, Şirazə cırılıbdır. Kitabın qalan yeri kardon üstündə ya qalin kağız üstündə olduğunu adam buradan təşxis verə bilir. Çox işlənibdir, çox kirlənibdir və çox kəsif olubdur. Adı üstündə kitaba basma ilə basılıb. Yəni o şey ki, pres olubdur, ondandır. Əl-Şəfaül Qulub belə bir şey idaməsi var, amma oxuya bilmirəm. Ehtimalən Əl-Qaim nə belə bir şeydir. Orada görürəm, amma baxıq görürük ayrı birdən. Kitabı o səfəni açır, görürük ki, Şirazə kamilən çırılıbdır. Çox pis vəziyyətdə. Kitabın dedim kirli olmağı bəllidir. Süleymaniyyə kitabxanasında Türkiyədə, İstanbulda saxlanır bu kitab. O birisi səhifəyə də görürük ki, çox gözəl bir əl yazmadır. Bu kitab əl yazmadır və dövrəsinə bir xəttinə, qırmızı xəttinə dövrəsinə çarçivə çəkiblər. Üstdə bir yer düzəldibdir, 2 dənə çarçivə ilə ki, orada bir təzhib çəkiləcəkmiş, çəkilməyibdir. Bismillahirrahmanirrahim ilə başlanır kitab və önəmli şey budur. Bu kitab ehtimalən döhdürlük haqqında ola, amma hələ üçün oxumamışıq, baxmamışıq, bilmirik nədir. Amma bunun önəmi buradadır ki, xətləri çox gözəldir. Əl yazması. Ehtimalən bunun 1001 kəlməsinin oxumayam, zorum çatmaya oxumağa, təxəssüsləri demirəm, ümumi kəlmələri. Amma yəni ehtimalən 1001 kəlməni oxuya bilməyəm, o da kitabın rəhlər qatışmış ola bilər filan. Amma
Bunun ən önəmli məsələsilərdən biri budur ki, yazıların, hər sözün, hər kəlmənin, hərflərinin səsin üstünə qoyubdur. E'rabını qoyubdur və bunu standart eləyib bizə. Biz bu kitabı oxuyanda o zamanda hangi məkanda ki bu yazılıb, o məkanda elmi türk dili nə cür yazılırmış, nə cür səslənirmiş ağızda, səs nə cür çıxırmış kəlməni, onu burada çox gözəl və aydın görürük. Bəzi kəlmələri qırmızı yazıbdır. Bu, yəni üstdəki paragraf söz qutarıbdır, aşağıdakı başlanacaq, orta bir titr qoyubdur. Ondan sonra da bəzi kəlmələrin başı üstə qırmızı xətt çəkibdir. Bu da kitabın bir ayrı bir şeyi. Zahirən kitab bəzi səhifələri cırılıb, dibdən, yəni Şirazədən, onu bir yapışqanla yapışdırıblar ki, ayrı bir kağızla qoyublar, üstünə yapışdırıblar, yapışdıranla. Kitabın bəzi yerlərində bir şey olubdur, nə olub, tər düşüb, nə düşübdür, onu silibdir belə bir parça ilə, ya qolu ilə, nə bilim, beləsi silibdir. O, bais olubdur ki, rəng biraz yayılıbdır, amma kəlmə oxunacaq görünür. Bu ikinci yerdədir ki, bu iki səhifədə gördüm. Kitab şeiri var və əksəriyyəti şeydir, yəni düz yazıdır, amma içində qoşması ya şeiri də var. Bəzi kəlmələr də burada nəzərə gəlir ki, cümlələr ərəbcədir, qırmızı rəngi ilə yazıbdır, onu da dedik. Kitab 134 səhifə olduğu üçün biraz sürətlə gedirəm ki, bunu səhifəni fəqət görək hər səfədən. Hər kəs də istəsə bir mövqe bundan əks salsın falan, eləyə bilər ki, çox rahatlıqca bundan əks salsın. Kitabın ortasında bəzi yerlərdə su düşübdür. Kitabın şirazəsinə su keçibdir. Yəni bu səhifələrin bəzi yerində çoxalır, bəzi yerində ağarır, azalır, amma kamil burada məsələn kamilən o sildiyi yerdən su düşmüşmüş, tər düşmüş, nə düşmüş, sildiyi yerdən o kəlmələr kollən silinibdir. Əslində oxunmaq ehtimalı sıfırdır. Kitab bəllidir. Ehtimalən bir şeylər bunun üstünə tökülübdür. Ehtimal da ola bilər kağızın özündə, bu kağızın içindədir. O şey ki, baftı deyirlər. Kağızın strukturu, kağızın nəcürlüyü, keyfiyyətində ola bu. Bəzi şeylər görsənir. Amma o zamandan kitabı görməyək, işığa tutmayaq, əlimizdə onu ləms eləməyək. Kitabın necə olduğundan da çox baş tapa bilmərik. Yəni kağızın. Əlbəttə ki, bundan bir-iki əksallıq verərik ki, bu ChatGPT falan bizə desinlər ki, bu kitab nə cür bir şey. Kitabın qırağına, bəzi yerdə də qırağına su gəlibdir və bəzi yerdə də nəzərə gəlir ki, damcı eləyibdir kitabın içinə. Ola bilər yağ olsunlar bunlar, bu damcılar yağ olsunlar. Məsələn, adam dürmək yiyirmiş, dürməyindən tökülübdür. Kitabın üstünə belə görünür. Kitabın son səhifəsini oxuyaq. Kitab burada qutarır, yəni 130-cu səhifədə qutarır. 134-cü səhifəni taza bir adam ki, bu kitabın sahibiymiş, o özü yazıbdır. O kitabın içinə ilgisi yoxdur. Bu kitabı alan və kitabın sahibi burada yazıb. Amma kitabın son səhifəsində bu kitabın qurtarmaq haqqında bir şeylər yazıb. Təmmə və unihi taala. Bu kitab Allahın yarı-yavərliyi ilə qurtardı. Bu kitabı ixlas ilə və etiqad ilə oxuyanların gözlərinə nur və gönüllərinə, yəni gönüllərinə surur ola. Görürsünüz, insanlara bir ehsanda, oxuculara bir gözəl əxlaq var imiş. İndi yoxdur. Bunlar siz heç kitabda görmürsünüz ki, məsələn, bu kitabı oxuyana təşəkkür edirik, Allah sağlıq versin, uzun ömür versin, zehin açıqlığı versin falan görmürük indi kitablarda. Amma qədim belə deyildi. Bu zəifi əfv eyləyə və rəhmətlə yad eydiyələr. Deyir, mənim, baxın, mütləq baxmır özünə. Demir ki, o zaman müsəlmanlar deməyiblər ki, mən deyirəm, məndən sonra heç hamı qələt deyir. Belə bir şey yoxdur. Deyir ki, bu zəifi əfv eyləyə. Yəni, bu kitabın içində bir şeylər düz getməz. Ola bilər ki, getməmiş olsun. Və rəhmətlə yad eləyələr. Günahlarıma baxmayaraq, zəəfi qüsuruma baxmayaraq, təcrübəsidir, savadıdır, yaşadığı yerdir, coğrafiyadır, imkanlardır. Bunlara baxmayaraq deyir, mənə rəhmətlə yad eləsələr. Allah Teala rəhmət eləsin. İndi hələ adını da bilmirik. Nətəkim biz onları yad edəriz. Deyir, biz də onları yad edib edəriz. Ruhun ehtimalən. Allahümmə, ya aliməs sirri və nəcva.
Allahdan dua edir indi bu şeylərə. İndi duanı başladı. Onlar heç bunu oxuyacaqlar, gələcəkdə onlara dua edir. Adamlar gələcəkdə görürmüşlər. Yəni mənim bu kitabımı oxuyan olacaq. Bu qalacaq. 1000 ildən sonra, neçə yüz ildən sonra bir nəfər tapılacaqdı. Türklərdən İnsafəli adında bu kitabı gətirəcək, qoyacaq orada tanıtdırmağa çalışacaqdı. Ya alimə sirri və nəcva, ya kaşivəl zərri vəl bəlva və ya mücivəl müstərrinə və ya ərhəmül məsakin icəl limən qərə və taliə fid fərcən fihi fərəcən və məxrəcən. Allah hər kəs ki bu kitabı ərhəmül məsakin icəl limən qərə, hər kəs bu kitabı oxuya və taliə ehtimalən mütaliə eləyə fihi onda fərəcən və məxrəcən. Ona bir asanlıq, bir çıxış yolu vericinin. İlahi, həttəmən kitabxanada bu kitabı təmir rəhbərlərə eləyirlər. Bilmirəm, mən salam əleyküm əziz dostum, çox sağ olun. Bu kitab İstanbulda saxlanır. Mən İstanbul kitabının o Süleymaniyə kitabxanası ki, Fatih məhəlləsindədir. Onun burada 700 ta 800 kitab bu 364 cəlsədə 700-800 kitab burada tanıtdırmışam, özüm tanışmışam. Bunlardan deyək ki, %80-i o kitabxananındır. Yəni Süleymaniyə kitabxanasındır. Amma ad yazıblar, hər şey ki yazıblar, mən çox vaxt görmüşəm iştibahdır. Əslən bilməyiblər, oxuya bilməyiblər, əl vura bilməyiblər. Yeri boşdur ki, bunlar doğru yazılılar, doğru xülasə çıxıb kitablardan. Salam əleyküm, əleyküm salam. Və ərzikum min heysi la yəhtəsib. Allah bu kitabı oxuyana, buna qulaq asana ruzi o yerdən ki özünün zehninə gəlməz, oradan izafi ruzi yetirir. Ərzuk min heysi la yəhtəsib və yəssir umurena və bizim hamımızın işlərimizi qolaylad, rahatlad və umurəhu fid dünya. O kitabı oxuyanın da ömrün, işlərin dünyada və axirətə, axirətdə və əncih nəcat ver məqasidəhu və məaribəhu fiddareyn. Hər iki dünyada onun istədiklərin düzətcinən. İndi tarixə gəlir. Hangi tarix bunu yazıbdır? İndi bu yazını əvvəl oxuyaq, görək ki, yazı adın yazma da öz adını, amma görək ki, şimdi ehtimalən bu nüsxə olacaq. İndi görək. Səniyə ehda tarix yazım. Nüsxə tarixi mən yazım. İndi sonra əgər şey olsa nüsxə tarixi bunu yazaq. Əgər sonra düz olmasa yazaq. Səniyə ehda və səb'inə calibdir ki şey və səb'in olacaq. Səb'inə və mə'ətə və əlif. Mə'ətə və əlif. Yəni 1171. Əgər səbbin olsa, sittin olsa, onda nöqtəsi, 3 dənə nöqtəsi vardı. Onda gərək t da ola, o yoxdur. Səb'in də olsa, bunun eyni gərək ola, yoxdur. Bu nə deməkdir? Onda mən onu bilmirəm. Yəni, şin yazıbdır. Ehda və şinə və mə'ətə və əlif. Təhvilən fiyyədil hac. Kim yazıbdır bunu? Təhrirən, yəni nüsxəçi yazıb bunu. Bəs bu da nüsxə tarixidir. İndi nüsxəçi kimdir? Yəni, özü yazan bunu əsl bir ayrı kitabın üzündən qoyub yazıbdır. O kimdir? Təhrirən fiyyədi Əl-Hac Süleyman Hac Süleyman ibni Abdullah fi Qostantiniyə. Qostantiniyə olur hara? İstanbul. Bu oradaymış. Bu nüsxəni oradaydı. Həmahuməllah. Allah onların hər ikisini də ehtimalən rəhəmahuməllah olacaqdır. Ya həmahuməllah bilmirəm nədir. Təala ilə yevmil qəmmə bi hürməti seyyidil mürsəlin və alihi və sahib əcməin. Yazanı biz nüsxətini bildik kimdir. Bildik ki, hangi ildə yazılıbdır. Amma mən buna görə ki, bu tarixdə çox şəkkə düşdüm, bu şey olsun. Bunu bu Cimnaydan soruşaq, görək ki, bu nə yazır? Səni ehda və şin yazıbdır. Mən də bunu elə beləsi yazım. Səni ehda və şinə və mə'ətə və əlif. Nə deməkdir bu? Və
əlif nə deməkdir deyə bunu soruşaq. Görüşək bunu biz düz. Çünki bu şin məni özü çoxladı. Deyir ki, bu ola bilər eşrin olsun, sən şin yazmısan, amma eşrin deyil. Eşrində bir eyni var, bir r var. Burada yoxdur o. Yəni onu görmədim. Məncə səb'in yazılacaqdı. Yenə də eyni yoxdur. Yəni bunun yazısında biraz bu irad var. Hər halda əgər hətta 122 olsa, yəni eşrin olsa, bu söz olar 1221. Əlbəttə burada me'ateyn deyil, me'ədir. Niyə bunu gəldi? Me'ətə və əlif me'ateyn deyil. Burada bu iştibah elədi. Yəni me'ət 100'dür. Əlif də 1000'dir. Bunu nə cür oldu ki, gətirdi bunu, o cür bir şey yazdı. Ehda və eşrin olsa, ehda əşərə də ola bilər, yox deyil. Çünki nöqtəsi yenun var. Hər halda bu kitab ən azın, yəni yazıldığı tarixi yazsaq, bu olacaq. Olacaq 1100 ya 60 ola bilər. 60 ola bilər. Çünki onda tin, o t dediyimiz nöqtə düz 2 dana olar, gələr sinin üstünə düşər, düzdür, 60 olacaqdır. Mən bunu səb'ini yazına dedim 60. Çünki onda biz dediyimiz şey olar, yəni fərqli çıxar. Onda olar 1161. 1161-i Hicridə bu kitab yazılıb. Yəni neçə il bundan qabaq onu da bir hesablayaq. İndi 1447-ci Hicri ildə yaşırıq. Bundan çıxsaq 1161-i 1161-i çıxsaq, bu kitab 286 il bundan öncə yazılmış olubdur. Bu kitab 286 il öncə yazılıbdır. Çox da qədimi deyil bu kitab. Amma bu özü dedi ki, təhrirən, yəni yazılıbdır, əl yazmadır. Şey deyil, yəni əslində bu əsl yazı deyil. Əsl yazı bir ayrı tarixdə yazılıbdır və bu onun üzündən deyək, kopi eləyibdir. Runevisi farsça deyirlər, eləyibdir. Gedək kitabın əvvəlindən başlayaq. Kitab dedik Süleymaniyyə kitabxanasındadır və Bismillahla başlayır. Biz də Bismillahla başlayaq. Bismillahirrahmanirrahim. Həmdü sənav bin bunu əgər yekəldə bilsən biraz, mən bunu daha rahat oxusam. Həmdü sənav bin 18 bin 40 bin 80 bin 100 bin. Bunlar nə deməkdir? Həmdü sənav bini 18 bin, 40 bin, 80 bin, 100 bin, sayısız əla aləmi yoxdan var edən. Bunları dedi, yəni 1000 olsun, 18 min olsun, 40 min olsun, 80 min olsun, 100 min olsun. Bunlar deyir, yəni beləsi ədədləri atır ki, Allaha bir belə şükürlər olsun. Məsələn, mən desəm 1 milyon şükür, o 100 min şükürdən yəni çoxdur. Əslində bir dənə kəlmə dedim, o şey deyil, amma insanlar belə bir düşüncələri var idi. Allaha biz də yadımıza gəlir, məsələn, şişəyə Allaha 100 min şükür. Beləsi deyərik, yəni. Bu da o cürsü başdır. Sayısız aləmi yoxdan var edən, inadən və istikbarən fərmani şərifinə müxalifət edənin məkanı nar edən, nar cəhənnəm. Allah və sələvatü səlam bur 6 qul. Bur yazıbdır. Ehtimalən 1-6 qul olacaq, amma bur 6 qul olmaq üzərə. Bu nə deməkdir bur 6 qul bilmirəm. Aləm hürmətinə xəlq olunan Resulullah sallallahu aleyhi və səlləm və alu əshab üzərinə farz eyni olan üzər kəlməsinin üstünə xətt çəkiblər. Ehtimalən burada gedir qıraqda yazıbdır, bəli. Üzərinə olduqdan sonra cəmi-i rical və nisa üzərinə, hətta deyir Peyğəmbərdən sonra cəmi-i erkəklər və xanımların üzünə səlam-ı sələvat olsun. Burada üstünə xətt çəkib bu şeyin üzərinə gedibdir qıraqda, çarçıvədən eşikdə o cümləni təkmil eləyibdir ki, yəni mən fəqət demədim ki, Peyğəmbərə və onun alınə, əshabına
üzərinə sələvat olsun. Bəlkə onlara olduqdan sonra cəmi rical və nisa üzərinə də salam sələvat olsun. Fərz eyni olan ulumi 3-dür. 3 cürə elmi var ki, fərz eynidir. Yəni hər adam bunu oxumalıdır. Məsələn, mühəndisliyi bir dənə məmləkətdə, məsələn Kanadada döşürə almaq 100 nəfərdən izafiyə ehtiyac yoxdur. Qoymurlar da alasan. Yəni alsan işsiz qalacaqsan. Gedəcəksən McDonald's-da, nə bilim, Tim Hortons-da işləyəcəksən. Ona görə deyir ki, burada 100 nəfərə kafidir. Lazım deyil hamı gedə döşkür ola filan, məsələn şimidə ya hər nədə. Amma bəzi şeylər hamıya lazımdır. Məsələn əlifbanı yazıb oxumaq ya diplom almaq. İstəyirsiniz burada hər nə iş alırsınız, bir diplomun olsun. Yəni bir dənə ən böyük karxanaya deyirsən, bir diplomun olsa mənə yetər. Ya məsələn Dovum Dəbiristan ya Sevum Dəbiristanın olsa ya filanın ingiliscisi olsa ya məsələn riyazisi olsa mənə yetər. Fərz eyni odur. Yəni ən aşağı səviyyədə hamıya vacibdir onu bilmək. Məsələn türk dili bizə vacibdir bilmək, amma biz bunu bilmirik. Bu fərz eyni hər bir türkçə. Bu olmaz ki, yox məsələn 50 nəfər, 100 nəfər, 10 min nəfər türkçü başarır da bizə kafidir. Yox, o deyil. Bu fərz eyni o mənadadır. Fərz eyni olan ulum 3-dür. Əvvəlkisi elmi tövhid. Elmi tövhidə görə bir dənə beyt yazır. Cümləyə vacib durur. Cümləyə vacib durur. Amentu billah deyə. Saf-ı mümin ya 6'dır. Biri dində yoktur ixtilaf. İkincisi, indi burada bu tevhidin şeylərini sayır, şəraitlərini sayır. Cümləyə vacibdir, durur. Amentu billah, hamı Allaha iman gətirmək vacibdir deyə. Saf mümin ya 6'dır. Möminliğə 6 şey, saf möminliğə, yəni kamil möminliğə 6 şey lazımdır. 6'dır. Biri dinidə yoxdur ixtilaf. Bunların birində deyir, dində ixtilaf yoxdur. İkincisi, zahiri bir, dinidə yoxdur ixtilaf. Dində ixtilafı görə olmuyor. İkinci, zahiri əmal dediyimiz nədir? İkincisi, bu əmalın zahiridir ki, dinlə tutsun. Nələrdir? Dil, qulaq, göz, əl, Qərin, fərəc, aləti tənasüli, ayaq, cümlə-i bədən. Bir də hamısı, bədənin hamısı elmi. Bunlar hamısı elmi bir vəziyyətin nə ola bilmirəm. Üçüncü, batini əmal. Üçüncüsü, əmalın batini. Bu dedikləri əməllər şeydir, onların batini. Əmal dediyimiz nədir? Qəlbidir. Fərz-i yəmin nəyə dərlər? Fərz-i eyn nə deyərlər? Onu indi sual soruşuruz. Fərz-i eyn nəyə dərlər? Burada bilmək və işləmək ilə axərdən dəyişməyə sabah namazı gibi. Bu dəyişməz, axirəcən deyir dəyişməz, sabah namazı kimi gərək durub vaxtında qılasan. Hökmü qac 3 şərt ilə işlənə. 3 şərtlə namaz. Bunları ötürək də, yəni mən bunları tərcümə eləməyim. Savab üzrüsüz tərk edənə əzab. Şeir haqqındadır. Bunlar mən şeiri bilmədiyim üçün nə cür yazılıbdır, bilmirəm. Harda misrə qutarır, harda başlar. Elə biləsi oxuram. Əslində bu şeirdir. Üstə yazdı ki, bu beytidir. Mən bu şeirləri bilmədiyim üçün elə bir cürsə oxuyuram da, yəni düz yazı kimi oxuram. İnkar edənə küfr fil ittifaq. Fərz-i kifayə nəyə dərlər? Bir adam bilmək və işləmək ilə qeyrdən düşər. Fərz-i kifayə budur ki, dedik, məsələn, mühəndis olmağa bir belə mühəndis lazımdır. Lazımdır, hamı gedir dərs oxuya mühəndis olaq. Cənazə namazı kimi. Cənazə namazında lazım deyil hamı gedir namazı qıla. Elə 2-3 nəfər də qılsa o kafidir. Xülasətü kəlam. Çünki o vacib namaz deyil də, yəni şeydir. Xülasətü kəlam təklif altında olan əzai tac 9, qəlb afaqı 60, dil afaqı 94, qulaq afaqı 14, göz afaqı 9, əl afaqı 107, qərin afaqı, afati, bunlar afatdırlar. Mən afaqı oxudum falan, bunlar afatmış. İndi gördüm. Bir də qeysləməcər əvvəldən oxusam. Xülasəyi kəlam təklif altında olan əzai qaç
bunu sual soruşdu. Sonra özü deyir ki 9. Qəlb afatı 60. Qəlbin afatı 60-danadır. Ola bilər, ola bilər. Doğrudur, doğrudur. Qəlb afatı 60, dil afatı 94, qulaq afatı 14, göz afatı 9, əl afatı 107, qərin afatı 34, fərc afatı 32, ayaq afatı 56. Yəni bunları mən heç bilmirəm. Bunlar nə cür sayıblar, nələrdir? Yəni vaqəən məsələn əl ilə neçə dənə günah eləmək olar? Gözlə, qulaqla, nə bilim, qəlblə, əzai tənasülü ilə neçə dənə günah eləmək olar ya neçə dənə iş görmək olar? Mən vaqəən bunu bilmirəm. Amma ayaq afatı 56, cümlə bədən afatı 90. İndi bir dənə də başdan ayağa var yəni. Onların hərəsinin ayrı, bir dənə də başdan ayağa bədənin var. Cümlə 496. Hamısını toplasaq 400 oldu. Bədən bədbəxt 400. Yəni dedim, bu mollalar, insanlar bizi belə bir şeylərin içində şey eləyiblər. Bunlar İslama rəbti yoxdur. Yenə bunu təkrar edirəm. Bunlar heç birisi İslama bağlı deyil. Bunlar mollaların, alimlərin, çünki o zaman da molla demirdilər bunlara, bunlar alim deyirlər. Bu alimlərin düşüncələridir. Oturubdu belə bir şeylər ixtira eləyibdi, toplayıbdı, düşüncədir. Biz düşüncədir, pis düşüncə deyil. Ola bilər yaxşı düşüncə olsun. Amma biz bunların çəmbərəsinə düşmüşük. Bu günləri bunların altında əzilirik. Bunlar da İslama heç bağlılığı yoxdur. Bunlar alimlərin düşüncələridir. Beyt, yenə də oradan gəldi, beytə yetişdi. Bilmədik orada beyti nə cür yazmışdı. Burada da yenə də düz yazı kim olduğu üçün baş tapamıram. Qəlbidə 60, dildə 94, 14 tut qulaq. Gözdə 9, yüzdə 7 afat yəd bir xoşcə bax. Bətninlə afat 34, fərclə 32, ricl ilə 56, ricl ayaq. Ricl ilə 56, seyyidi cümlə 90. Başa bax. Cümlə 90, başa bax. Cümlə 496, hifzə eyləsən daima, hər işin asan olurdu, bunda məndə yüzün aq. Bunda anda, ehtimalən yəni bu dünyada, o birisi dünyada, yüzün aq. Qəlbin afatı 3 bölük, əlası 60, ovsəti 7, ədnası 4. Dilin afatı 50 bölük, əvvəli əsli su yelməyib, söyülməyib. Əvvəli əsl söyləməyib. Söyləmək ariz olan 60 söyləmək. Əsli olub, söyləmək ariz olan 4 bölük. Görürsünüz ki, gedir da burada üzdən getdi cüz'iyyata. Bu kitabın biz 2-ci səhifəsini təqribən qutarmağa yetişdik. Mən istirdim bu kitabın əvvəldə bəlkə bu yazan kimdir, onun haqqında bir şey düzəldə görərik. Görmədik. Gedək 2-ci səhifəyə, görək ki, bu 2-ci səhifədə bir şey görə bilirik bu adamın adı haqqında. Yenə də beyti cami, yenə də bu üstdə dediklərin yazır. Biz istəyək bu kitabların tarixini çıxadaq, ya yaxşı oxuyaq, məcburuq ki, bu kitabı əvvəldən axirə oxuyaq. Bu hangi dövrdə yazılıbdır, kimin əli ilə yazılıbdır, kimə təqdim olub bu kitab, onları görək. Kitabı biraz səhifəsini kiçildim ki, bunu görək. Sonra bunu axtaraq, görək ki, nədir? Burada bir şey gördüm. Səlahiddin, bizim o dostumuz orada yazdı. Səlahiddin Ərsəlan, Alp-Ərsəlan. Mən burada onu bir Səlahiddin gördüm. Ona görə dedim, bir baxım görüm nədir. Amma itirdim. Səfə getdi. Hayıza nə oldu? Ola bilər ki, bu kitabı oxusaq, tarixi tapaq. Biləxərə bir dənə bir şəxsin adı burada gələcək. Ya nəzər gələcək, dövrə çıxacaq. O dövrəni tapıb eləyə bilirik ki, görək. Buradan feylən o şeyləri deyir. Gəlir bu səhifədə.
İmam-ı Azam və Humam-ı Əqdəm Nu'man ibn Sabit Rəziyullah Anhu Həzrətlərinin Fiqh-i Əkbərin tamamən və Hafiz-i Din Əbulbərəkat Ömər Nəsəfi Həzrətlərinin ya Nəsəfi olacaqdı. Ömər Nəsəfi Həzrətlərinin Fiqh-i Keydanisin və Camiül Xəsaili minəl Uləmail Amili, bu da şeydir, yəni kitablara istinad edilir. Orada kitaba görə bir şey yoxdur ki, deyək orada bu qəziyyə vardır. Gedək o birisi səhifələrə, bəlkə inşallah bir şey taparıq və təəssüflə görmürəm mən. Buradan bu yüzə biraz, bu kitabın əvvəlində yazmasa fi bəyani əfrad afat qəlb. Afat qəlbə yetişdi da. Yəni burada bir şey yoxdur ki, eləyə bilək deyək bunu. Gedək kitabın bir ayrı yerindən oxuyaq. Fi bəyan ərqam röya ehtimalən. Şəfaül qulub ehtimalən, bu da dedik şeydir, yəni insanları şeyləmək üçündür. Fi bəyan əqsam röya. Röya 5 qismidir. Əvvəli sırf röya, ikincisi qalibi röya, yəni çoxu röyadır. Üçüncüsü musavi röya, dördüncüsü məğlubi röya, beşincisi bir qərəzi şər'isiz axirə elam eləyə röya. Fi bəyan əhkam röya, əhkam röyanı istəyir desin ki, nədir? Bu da dedim, bunlar heç birisi İslama rəddi yoxdur. Alimlər düşüncə olaraq işləyiblər, üstündə bir şey olublar, bir yerə çatıblar. Amma burada bir iki görürəm, bu bir iki nə deməkdir? Salib ki, bu görsənmir. İkincisi buradan başlayır. Nəslün toğir və tina edib və hacatini qəzada məsrur eləyib bey o şiradə musaməhə etmələrini və bir məkanədə vasiəcə yer göstərmələrini söyləmək. Biz bir kimsənə bu məskuratın, tamam, bunlar hamısı şeydir. Gedək bu kitabın 50-ci səhifəsindən biraz oxuyaq. Görək türkcəsi orada nə cürdür və bura türkcə. Gəldik bura. Fi bəyan ənval taharat və fəvaidha beyt. Yenə də şeir ilə başlayır. Cəlibdir, bunları şeir şəklində deyir, amma mən bunları indi əlbəttə burada görürəm, biraz uzun şeirlər, elə bir misrələri burada təşxis verə biləcəyik. Təharət 5 növüdür, ani zəbt etməcə et rəğbət, biri fərz ilə vacib, müstəhəb, sünnət ilə bidət. Fərz dirhəmdən ziyadə olə vacibdir, həm miqdarı olə sünnət, nöqsan olə müstəhəb, heç yox ikən olə bidət. Şər-i şərifə müraciətsiz mücərrədi zəmi eylə kəmal qəzafət qəza eləmək, yəni kəmal qəzafət təhəddi etməsi eylər ədd saymaq eylə yel xurucindən sonra olə. Hər halda burada da batil olur da, dəstəmazat yel ilə batil olur, onu şeylir. Gördük ki, yenə türkcədir, amma şeir ilə yazmışdı. Və gedək 100-ci səhifədən biraz oxuyaq. Tamam. İkinci, nəhy-i münkər etməzdi, getdi ol Məhəmməd Qoçə. Məhəmməd Qoç etməli bir nəfərin adı olacaqdır. Üçüncü, elmu və ya mal, Həzrət Məhəmməd də ola bilər. Onu, çünki indi kitabı oxumadığımız üçün bilmirik ki, hardan nə dedi. Elm və ya mal istənsə, kimsə məhrum getməzdi. Dördüncü, elm ilə müstəğni idi və ayım əməl etmək üzərə kimsə bir şeyi ərz etməzdi. Can getdikdən Rəbbimizə təzərrü və niyaz eydəlüm. Rəviyyə kim ki, Həzrəti Mevla hər nə qədər xidmət dinidə üləma və arasiyə cümləsini və ənvai
ticaret ilə və ziraat ilə alış-veriş edən mümini beynəl məşriqi və məğrib bir bəhridə bər bəhridə kimsələrinə bərəkat ehsan edib sərmaye din və dünyaların enva-i ifadatıdan hifz rəhman eyləyə. Görürsünüz ki, türkcədir. Təbii ki, ərəbcənin bunun içində çox böyük yeri var. Gedək bu kitabın üst-üstə son səhifələrinə və son səhifəni burada oxumuşduq, amma ondan qabaqçı bir şeir var, uzun bir şeiridir. Görək ki, bunu əgər oxuya bilsək, yaxşı olar. Dərcai fil asari dünya. Burada ərəbcə yazıbdır. Bunları da geçək. Ən son şeydə bir ərəbcə, bir paragraf ərəbcə yazıbdır. Qəd za'a fil asari dünya bostan zinətuhu bi xəmsət əşyain ilmül uləmai və ədlül ümərai və ibadətül ubbadi və əmanətül tüccari və nəsihətül mühtərəmin. Fəcaə iblis bi xəmsətin bu 5 dana deyir yaxçıdır. İblis də 5 dana ilə gəldi. Nədir? E'lamin fəəmmə fəafaqəha yox. Oxuya bilmədim onu. Fəaqamiha bicənbi hazihil xəmis. Xəms. Mücai iblis. Tamam. Buranı geçək. Ərəbcədir. Oxuya bilmədim. Beyt bu dəni dünyaya asar içrə döndü bostan. Dendi bostan. Bu dəni dünyaya asar içrə dendi bostan. Zinəti 5 şeylə dördündə eylə dastan. İlm و ədl ilə, ibadətlə, əmanət fəs eylə, füs eylə, dendi elamə heyni hifz edib Rəbbi müstəan. Dendi elamə lə'in hifz edə Rəbbi müstəan. Həzrəti ilmə həsəd ədlə Həzrəti ilmə həsəd ədlə zülm beyrağını. Bunlar şeirdir. Mən baş tapmadım. Çünki onları gərək oxuyuyduk. Bunu baş tapıyorduk ki, nə deyir? Bu kitabın xülasəsidir hər halda. Bu kitabı burada oxuduq, qutardıq. Gedək bir ayrı kitabı açaq. Görək ki, bu ikinci kitab ki, bugün açmışıq, o nə mənədir? Bu kitab adı yazılıb üstündə əlyazma təbirnamə. Zahirən 1839 miladidə yazılıbdır, 153 səhifədə. Amma gedək kitabı özümüz baxaq. Əvvəl kitab görək ki, bu kitabxanada nə cür saxlanır? Calib bir qırmızı, o şey ki, İranda şərabi deyirlər. Şərabi bir gönündən bu kitabın cildi var imiş. Çox işləndiyi üçün kamilən təqribən rəngin çox yerdə əldən veribdir. Köhnəlmək bunun üstündə görsənir. Səfəni açırıq. Cildin içində bir nəqqaşı görürük. Bu nəqqaşı bir həndəsi nəqqaşı gəlir mənə, amma ola bilərdir ki, bir məmuli nəqqaşı olsun, mənim gözüm beləsi görür. Hər halda calib bir nəqqaşıdır, görməmişdim deyəcəm. Kitabın məmulən bu cür kitablarda cildin o gön görsənməsin deyə bir kağız çəkərlər ki, bu Şirazəni və kitabı yapışdırar cildə ki, qopmasın. Biraz da qalin olar o birisi kağızlardan. Bu da sökülübdür. Yəni ona görə biz gönü görürük. Gönün nazikliğin belə görürük ki, necə bunun o qardonun ya o müqəvvanın üstünə yapışdırıblar kitabın, o görsənir. Bir ayrı səhifəyə gələndə burada təbirnamə kitabın adını görürük. Sahibi hazəl kitab kimdir? Axund Şeyxül Nüskəvi Molla Xeyreddin ibn Hac Axund Molla Rəzi nəminə Seyf. Belə bir adı var. Bu kitab sahibidir. Zahirən bu kitab Türk dünyasında, yəni Rusiyyənin işğalında olan, Rusetin işğalında, Çarların işğalında olan məmləkətlərdə yazılıb, yasaqlanıbdır. Çünki möhür Rusca möhürdür.
Bir dənə də aşağıda bir möhür vurulmuş dairə. O möhür siliblər. Əmdən silinibdir. Onun içinin yazısı silinib görsənmir. Amma burada belə bir şey yazmışdı kitabın birinci səhifəsində. Kitab Bismillahirrahmanirrahim ilə başlayır. Dövrəsində çox da təmiz çəkilməyən bir çərçivə çəkilibdir. Səfənin aşağısında çərçivədən eşi də o birisi səhifə nə ilə başlayacaq onun yazıbdır. Xətt biraz oxumağı mənə zor gələcək. Çünki bu xətti birinci dəfə belə bir xətt görürəm. Qələm ilə yazılıbdır. Ney qələmi ilə yazılıbdır və ney qələmi tutarkən bu insan xəttat deyilmiş. Onun üçün qələmi hərəkət əlində çövürmür hurufları, kəlmələri yazanda. Bunun üçün də bəzi yerdə kələmə qalin düşür. Çünki məsələn düz xətt çəkir, orada kələmə qalin düşür. O yerdə ki məsələn istəyir bunu fırlatsın eləsin, biraz çox nazik düşür. Bu da bais olur ki, bəzi kəlmələr əcəba bu keçmiş kəlmədəndir, ya taza bir kəlmədir, ya bir-birinə yapışıbdır bir kəlmədir, onlar bilinmir, görsənmir. Bəzi zahirən qərədir, amma nə dərsə qırmızı ilə qatışıqdır. Bunun üçün bəzi yerdə tox yazıbdır. Yəni mən deyirəm bu qərə qırmızı ilə çox qatışıqdır. Onun üçün də bəlkə elə 2 dənə cöhər varmış. Mən biri çox qırmızıymış, çox yəni cildin rəngindədir. Biri də biraz qərədir. Hər halda görək ki, nə cür olacaqdır. Kitab çox tazadır, yəni çox ömrü yoxdur bu kitabın. Mənə belə gəlir. Çünki kağız çox təmizdir. Əlbəttə qıraqlarında zahirən əksini salmayıblar çox, amma bəli, kitabın qıraqlarının əksini salmayıblar. Görək nə qədər köhnədir. Elə bir ki, məsələn, kəsiblər. Dediyim kimi, qabaqçı kitablarda mühəndislik işlənirdi. Yəni biz 4 dənə türklərin buradan gördüyümüz kitabların içində, bu 700-800 kitabın içində 4 dənə türk mərkəzi, mədəniyyət mərkəzi, uyğarlıq mərkəzi gördük. Biri Osmanlıdır. Uyğarlığın ən çox burada görürük. İkincisi Teymurilər bugünkü Əfqanistanda və Həratda mərkəzdir, çox ciddi bir mərkəzdir. Üçüncü, Azərbaycan, Səfəvilər dövründən sonra Azərbaycan və dördüncüsü, 1-2-3 kitab buradan izafi görməmişik. Bu günləri o şey ki, Ukrayn deyilir, orada, Krım xalqında, orada da bir böyük türk mərkəzi. Amma mən üstdəki, yəni Rusiyənin üstdə, deyək ki, Çin tərəfə gedən bölgədə, Şimal Asiyanın şimalı və şərqi tərəfində, şimali şərq və şimalı desək, burada olan türklərdən o qədər də kitab görməmişəm. Bu bəlkə orada yazılıbdır. Ona görə biraz da fərqli əlyazma burada görsənir. Hər təməddünün, hər uyğarlığın ki, bu 4 dənəni dedik, özünə bir yazı üslubu var, özünə bir özəl bir nəqqaşisi var, çərçivəsi vardır. Məsələn, Osmanlıda və Həratda kitab özü bir mühəndislikdir. Yəni yazıdan əlavə, düşüncədən əlavə bir mühəndislik var. Bir incəsənət, nəqqaşlıq, təsriflik, yəni o dövrün tamam hünərlərin, incəsənətlərin orada toplayıblar. Çox gözəl. Amma burada biraz fərqli görürəm mən bunu. Ona görə də deyirəm bəlkə bu o 3 dənə, 4 dənə türk mədəniyyət ocağının ya mərkəzinin heç birisinə bənzədə bilmirəm yazını, heç cəhətdən kitabı bənzədə bilmirəm. Onun üçün də biraz da bu kitabın deyirəm, bəlkə dövrəsi kamil salınmayıb, əks ona görə nəzərimə gəlir ki, kitab tazadır. Əlbəttə bunu çox rahatca tapmaq olar, oxumaq olar. Biraz zor aparacaq, amma oxumaq olar. Yəni, bilmirəm, məsələn, dostlar görə bilərlər bunu. İndi hər kəs istəsə görsün, YouTube-da baxsa, kitabı görə bilər. Təəssüflə mən hələ eləyə bilməmişəm kitabları. Bir cür eləyəm ki, Instagramda da görsənsin. Bu iskrini görsədəmirəm. Bu iskrin ki, burada vardı, mən baxıram. Bunu fəqət YouTube-da görmək olur, canlı yayında. Orada görmək olar bunu. Kitabın əlyazması çox bir fərqli əlyazmadır. Və vaqiət bu ki, gözüm axır. Yəni, yazı desəm ki, su kimi hərəkət edir. İnanın ki, o cür, mənə o cür gəlir. Yəni, elə bir ki,
Məsələn, su tökülüb hərəkət edir. Bir dənə bir düz belə bir yer qoymusunuz, oradan su beləsi axır, şırıldır. Mən bunun şırıltısını yox, amma axmasını görürəm ki, yazılar axır. Təbii ney qələminə ya qəmiş qələminə yazdığı üçün də təbii ki, biraz da sürətlə yazmağa çalışıbdı. Bab 12 qələm, dəvat, lوح، نامه، mənşur, qəbalə və kitab və qələmdan və məshəb görmək. Məsələn, burada PDF-də 52-ci səhifəyə baxırıq. Burada da bir şey yazıb, calibdir. Bunu bəlkə görmədim, sonra oxuya bilmədim. Bab 13 deyə yazılıbdır. 13 sözü gələndə əcəba bunu türklər yazan yazıbdı, yoxsa o nəssəx yazıbdı? Çünki bunu qabaqçı kitablarda da dedik, xidmətinizə göstəririk ki, o yerdə ki, qırmızı yazı ilə yazırlar və bir ayrı dildə, yəni fars dilində yazır başlıqları, orada nəssəx, o adam ki, kitabın ayrı bir kitabın üstündən kitabı yazır, o istir deyə ki, bu qırmızı yazı ilə və bu farsı yazı ilə bunu mən əlavə edirəm. Bu kitabdan deyil, bunu şairin ya yazarın hesabına qoymayın. Bu mənim hesabımadır. Əcəba burada da onunla da görsənir, ya yox, amma burada calib bir şey görürəm, bu da. Əgər bir kimsənə düşəndə Adəm başı gördü, 12 vətsidir. Burada ehtimalən yuxuları təbir edir. Orada da düşəndə mən oxudum. Töşündə. Bu da döş, türkçədə döş deyilir. Düş. Amma bu burada tüş yazıldığı üçün dediyim kimi o ehtimalən oradan olacaqdı. Biraz da Cığatay türkçəsinə yaxın. Amma da Cığatay mərkəzi bilirik ki, çox daha Osmanlını və Azərbaycan və mərkəzinə təsir qoyub, çox dərin təsirlər buraxıbdır. Burada onu keçirdim, yəni burada riyasət, dövlət, vilayət və pədər və madər və pədər və madər və imam və alim və pir və qulam və kəniz və 12 nik dirəm, 12.000 dirəm tabə. Tabə ehtimalən tapa. Belə bir şey deyir. Hər halda bu kitabı davam eləyək, görək ki, nələr gələcək. Calib bir kitabdır, yazısı. Qıraq yazılar da görürəm. Burada ehtimalən mətnin içində yazıb gəlibdir. Nə cür olub ki, davamın xəttin eşiyində yazıbdır. Çarçıvənin eşiyində yazıbdır. Bunu burada da görürəm, amma burada elə bilər ki, qırmızı ilə olar yazmışdır. Burada qəri ilə yazıbdır. Bəzi yerdə də qərəliyibdir. Yəni, bəzi kəlmələri görürəm ki, qərəliyibdir. Döşündə, bəli, döş. Mən bunu doğrusunu düz desəm, hələ düzün bilmirəm. Onu döşdü, düşdü, onu kamil bilmirəm. Ehtimalən düş ola, düşümdə gördüm. Amma döş də bu siniyə deyilir. Düş də ehtimalən yəni düş oxunsa fərqli olar. O düşmaq məsələsi var orada. Ona görə biraz bunları nə cür deyəcəm, onda biraz səsi nə cür çıxadacağam. Kitabda əlaməti olan bir kitabda görsəm, oradan öyrəşərəm. Kitabın sonlarına gəldik, son səhifələrə gəlirik. Dediyim kimi, kitab çox gözəl yazılıbdır. Xətti çox gözəldir. Sətirlərin arası çox az bəlkə də yoxdur hətta. Ona görə dedim, kəlmələr belə tökülür. Hamısı da uzun, yəni hərəkətlər dairəvi və uzundur. Bu uzun olduğu üçün elə bir ki, bir-birinin üstündən belə tökülür. Damların üstə şirvanı kimi bir şey qoyurlar, belə su axır gəlir. Eyni onlar kimi bir-birinə yapışıbdır səfədə axır kəlmələr. Çox bir gözəl bir Babi 56 gəldi. Fi şərt roya. Yuxunun şərtləri haqqında gəldi. Bu kitab ha zaman yazılıb, özü burada yazıbdır. Görək ki, nə yazıb. Axır səfədə bu kitabın yazılmağı haqqında görək oxuya biləcəyik ya yox. Tüşüdür 23-cü gecədə vaqe olan düş qorqulardan həzər gərəkdir. Eyləmək. Həzər gərəkdir eyləmək. 24-cü gecədə vaqe olan bu ayların, məsələn, gecə hangi gecədə nə yoxu görsək, o ehtimalən onu deyir. Çünki oxumamışıq, bilmirik. Mən istəyirəm buradan oxuyayım, görüm ki, yazan kimdir, hangi tarixdə yazıbdır, bunları öyrənək bu kitabdan, ya konusunu da əvvəldə qeyd edək, bir də baxarıq. 24
5-ci gecədə, 24-cü oxuyurduq. 24-cü gecədə vaqe olan düş xeyr işə gönül pərişan olmasına hökm edər. 25-ci gecədə vaqe olan düş əzim sönməkliyə və xeyr işlərə dəlalət edər. 26-cı gecədə vaqe olan düş bəğayət mübarəkdir, əzizliyə hökm edər. 27-ci gecədə vaqe olan düş, burada bir şey yazıb silibdi bilmirəm. 4 mübarəkdir. Nə mənə demək 4 mübarəkdir bilmirəm. Neçələrincə gərək təcrübə etmişdir. Neçələrincə kərə təcrübə etmişdir. 28-ci gecədə bəli, yuxu deyil. Bu düş yuxudan əlavə bir şeydir. Yuxu yatmaqdır. Düş yuxuda bir şeyləri yaşamaqdır. Biz dururuq, məsələn, sevdiyimizi görürük, biri ilə qucaqlaşırıq, biri ilə savaşırıq, ağlayırıq, gülürük. Bu düş burasıdır. Amma yuxu özü deyil. Yuxu başımızı qoyuruq, yatırıq. Buna yatmaq deyirik. Yuxu görmək deyəndə yuxuda bir şey görməkdir. Bəlkə də yuxu deyilə. Sizdə orası da ağlıma batdı ki, yuxu sözü ilə yatmaq sözünün fərqi ola bilər. Düzdür. Siz də bunu düz deyirsiniz. 28-ci gecəyə gəlmişdik, ehtimal verirəm. Vaqe olan düş qayğıdır. Qayğı nigerançılıq. Amma şərri yoxdur. Ehtimalən olacaqdır. Şərrindən əmin ola inşallah Taala. 29-cu gecədə vaqe olan düş id gölgügan dilildidir. Nə mənə? Id gölgüga, bu nə mənə olacaqdır? Z kimi yazılıbdır. İd gölgünə, izi gölünə dəlilidir. Gölündəki əziyyətə ehtimalən, əziyyət mənasında iz gələcəkdir. Dal zeynən ehtimal verirəm yazılıbdır. Azar əziyyət mənasında iz gölgəqana, yəni bu cür sonra gölünə dəlilidir. 30-cu gecədə vaqe olan düş xeyrə və şərrə dəlalət edər. Çünki ay arası bulğanqıçlı vaxtlardır. Sədəqə vermək gərəkdir. Allah-u Teala şərrindən əmin edib, xeyrə döndürüb, xeyri nəsib edəkəndü, fəzli rəhməti ilə muradlərini tamam edə. Bəmnə və bimənnihi və fəzlihi və kərəmihi vallahu ələm bi həqiqətil hali və ileyhil mərcə vəl məal sümmə təmmə min yədi. Yazan kimdir? Bu kitabın indi adını hələ yazmamışım. Təbirnamə deyə gəldi burada. Mən də burada yazım. Ad təbirnamə yazar. Nüsxəçi yazar olacaq. Çünki ehtimal verirəm bu yazar olsa, amma nüsxəçi də ola bilər. Feilən yazaq nüsxəçi. Görək ki, nə olacaq? Nüsxəçi nə dedi? Dedi ki, təmmə min yədi əfqər əlveri əfqərül vəri. Ehtimalən bu vəri nə deməkdir bilmirəm. Məhəmməd Həsən ibni Mürtəza. Məhəmməd Həsən ibni Mürtəza. Ha vaxt 1800, əsən bunu elə özü tarix qoyub burada. Səni təmmə demişdi, yəni qutardı. Tarix. Mən tarix nüsxə yazıram yenə, amma sonra baxaraq görürük ki, bu hansıdır? 1839 miladidə, çünki İslami hələ 1447-də yox. Malikətəhu ya ma kətəbəhu fi sənəyi, ehtimalən sənəyi 1891. Burada 1839 yazdı. Ehtimalən Malikətəhu, yəni Malik elədi ona. Fi sənəyi 1891. 91-də kim alıb bunu?
Bir nəfər bunu alıb. Alınma tarixi nə zaman olacaqdır? 1891. Yəni yazıdan bir deyəcəklər 40 hududən 50 il sonra, hududən 50 il sonra 52 il sonra bu kitabı alıb bir nəfər. Min kimdən alıbdır? Səud İsa aha, bu da kimdir? Suud İsa aleyhisselam. Suud İsa kimmiş? Ondan alıbdır bu. Molla Xeyrüddünya, bu da ayrı bir şeydir. Molla Xeyrüddünyadan alıbdır yəni. Xeyrəddin, Molla Xeyrəddin. İhtimalən min Səudi İsa aleyhisselam. Bu nə deməkdir orasını bilmirəm. Bunu yazaram, qoyaram, görüm ki, şey olub. Molla, bunun adını da yazaq. Molla Xeyrəddin Ağayev. Ağayev. 2 dənə G, 2 dənə Y, F. Ağayev. Belə bir adam yazıb. İndi bunu əvvəl bunu axtaraq görək ki, bunları bir-bir çıxadaq. Bir şeylər bunu gətirək. Burada kitabı biraz da burada kiçildək gətirək. Tamam. Bu 1839'u və 1891'i Hicri tarixinə çevirər misin? Görək ki, burada nə çıxacaq. Buna görə ki, Hicri qəməri ili miladi ildən təxminən 11 gün qıssadır. Çevirmə üçün dəqiq riyazi formuldan istifadə olunur. İstədiyiniz tarixlərin hicri qəməri qarşılığını aşağıdakı kimi hesablamaq olar. 1839 bunun qabağında yazaq tarixi şey. Bu il hicri qəməri təxminində 2 ilə ihatə edər. 1254-55 1254 ilə 55-ə girər. 1255. Bu da nə olar? Bu da göstərər ki, bu kitab bu 39 ildə bunu bu ildə qutarıbdır. Kitabın qutarmaq yazma tarixi bunu tarixin qoysaq gedək buradan indi hesablayaq. İndi 1447-ci ildir, yox bundan çıxsaq 1254 1254-ü çıxsaq 193 il bundan qabaq bu kitab yazılıbdır. 193 il öncə. Tamam, bu birincisi. O birisi tarix nədir? O da 1891 ildə bu da gələr 1308. 1308-də hicri. Bu da hicridir. Bu da olar. Gene bunu hesablayaq burada. 1447 yox. Bundan çıxsaq 1308-i 1308-i çıxsaq 139 ildə bu adam aldığıdır. 139 il öncə. Bu adam aldığı tarixdə alınma tarixi. İndi bir dənə bir iş görəcəyik. Buradan Molla Xeyrəddin Ağayev kimdir? Molla Xeyrəddin Ağayev kimdir? Görək ki, bu haqda bizə nə məlumat verə bilir? Molla Xeyrəddin Ağayev ya Ağayov haqqında ümumi qaynaqlarda çox geniş və tanınmış bir məlumat yoxdur. Ancaq onun adı daha çox
Quzey Azərbaycanın, xüsusən Bakı və ətraf kəndlilərinin məzhəbi və ictimai tarixi ilə bağlı şəxslərdən biri kimi çəkilir. Bu adla bağlı iki ehtimal var. Din xadimi və ruhani. O, Azərbaycanın görkəmli din xadimlərindən biri olub ki, Şurəvi dövründə ya da ondan əvvəlki illərdə məzhəbi fəaliyyətlərinə görə tanınmışdır. Bəzən bu cür şəxsiyyətlər kəndlilərin və bölgələrin yerli ağsaqqalları və mənəvi öndürləri kimi yad edilir. Ədəbi və tarixi şəxsiyyətlərlə bağlantı. Bəzən bu adlar müasir ədəbiyyatşünasların, məsələn, İslam Ağayev kimi ki, Molla Nəsrəddin jurnalı üzrə mütəxəssis idi, əsərlərində adı keçən unudulmuş tarixi şəxsiyyətlər olur. Əgər sizin əlinizdə olan əlyazmada indi bu tapa bilmədik kimdir, hər halda buna görə bir məlumat verə bilmədi. Biz bir iş görə bilərik, bu kitabdan bir dənə əks salarıq, görək ki, bu oxuya bilir, yox. Əlbəttə dedik ki, biz qabaqçı təcrübələrimizdə dedik ki, PDF-lər, bu AI-lara əsla nə məlumatına və nə oxuduqlarına güvənməyəcək. Çünki yoxu görmək, bəli, yoxu görmək düzdür. Sağ olun, sağ olun. Biz bunu gördük ki, bunlar bizə qarşı, yəni türklərə qarşı olan mənbələrdən bunları çıxadırlar və bizə verməyə çalışırlar. Bizim beynimiz yumağa çalışırlar, AI-lar hətta. Çünki biz özümüz burada bir şeylər istehsal eləyib ya tohid eləyib AI-lara verməmişik. Onların üzü ilə bizə şey eləsinlər. Biz sualları soruşduq, bunlar cavab vermək üçün gedirlər. O farsca, ingiliscə, rusca, o birisi mənbələrdə ki, yazılıbdır, onlardan bizə cavab toplur gətirir. Bu səhifədəki yazıları və bu səhifənin özünü analiz edə bilərmisin? Görək ki, belə bir şey, bu səhifənin əksini saldıq verdik, görək bir şey bizə deyə bilir, yoxsa yox. Bu kitabın əl yazmasına görə bəlkə bir şeylər desə yaxşı olar. Yəni, tamam. Gene niyə bunu farsça yazdı? Mən bunu bir nədən fars gördü. Bu ona görə yazdı. İndi bəlkə deyəcəkdi. Qabaqlarda deyibdi. Bu farsça mənbəə getdiyi üçün çöndü, farsça yazmağa başladı. Farsça yazırsan. Görək ki, haqlısan, üzr istəyirəm, əl yazma üzərindəki açıqlamaların bir qismi farsça olduğu üçün oradan o mənbələrdən gedir, bizə cavab gətirir. Dərin nəticədə mənbə düz deyil. Əgər mənbə hər nə qədər adı mühüm olur olsun, o zaman ki bir mənbəyi sizin millətiz yazmadı və sizin millətiz keçən 250 ildə yazsa onlar da hesab olunur. Ondan öncə yazmadı. Bu mənbələr batılı və işğalçı güclərin zoru, gücü və təsiri, etkisi altında yazılmış olduğu üçün bizim zərərimizə yazılıbdır. Haqlısan, üzr istəyirəm. Əl yazma üzərindəki açıqlamaların bir qismi farsça olduğu üçün zehnim o səmtə getdi. Bundan belə Azərbaycan türkçəsində davam edərik. O səhifənin qısa və dəqiq analizi bizim dildə belədir. Mətnin mövzusu bu yazı falnamə ya da əyyam-ı təfasir qismindəndir. Burada ayın günləri 23-dən başlayır ta 30-a qədər müəyyən edilib və hər günün yuxusunun düş, təbir və o günün uğurlu səd ya uğursuz nəhs olduğunu yazılıb. Qırmızı mürəkkəblə yazılan sözlər ayın günlərini göstərir. Katibin kimliyi. Yazının sonunda katib özünü belə tanıtdırıb. Təmmə min yədi əfqəril vəri Məhəmməd Həsən ibn Mürtəza. Yəni, yaratılmışların ən fəqiri olan, bu əlvərini o cür tapıbdır, Mürtəza oğlu Məhəmməd Həsənin əli ilə tamamlandı. Molla Xeyrəddin Ağayev və tarixlər.
səhifənin aşağısındakı qeydlər sonradan özəl bir metodla, yəni bu sonra yazılıb. Mən heç ona diqqət eləməmişdim, amma bir dəfə bir diqqət eləyək. Burada indi əlan baxıram. Aynı xətt ilə yazılıb məncə. Biraz çox az fərqi var. Qələm biraz değişib, amma aynı xəttdə, hətta aynı qələm deyə bilərəm. Amma bu ola bilər ki, burada şey olsun, yəni səhifənin aşağısındakı qeydlərdən sonra özəl bir metodla ehtimalən qələmə ya da başqa bir mürəkkəblə artırılıb. Molla Xeyrəddin Ağayev bu şəxs böyük ehtimalla kitabın sonrakı sahibi və ya onu mütaliə edən şəxsidir. Tarixlər yazılan 1839 və 1891 miladi tarixləri kitabın o dövrlərdə kimin əlində olduğunu ya da hansı tarixdə bir bölgəyə, məsələn məmləkətinə çatdığını göstərir. Yəni demir ki, bu tarixlər ki biz oxuduq, burada da yazdıq. Bu tarixlər kitabın yazılma tarixidir. Bu da deyir ki, bu o tarixdə kitab şey olubdur. Çünki əvvəldə bir qəzavət elədi. Dedi ki, bu yazı sonra əlavə olubdur. Bu da əgər doğru olsa şeydir. Amma kitabın əvvəlində bəlkə bir şeylər taparıq. Sizin soruşduğunuz 1221 hicri tarixi də bu dövrlərə uyğunluq təşkil edir. Təxminən 1806. Yəni, bu kitab ayrı bir kitab idi. Bu gətirdi, burada yenə qatışdırdı bunlar bir-birinə. Yəni, kitab 1800-cü illərin əvvəlində yazılıb, bu şəxs filan. Dil və xətt. Xətt nəstəlikdir. Dili isə kilası türkçədir. Osmanlı və Azərbaycan türkçəsinin qarışığı kimi. Məsələn, bərmək gərəkdir, vermək gərəkdir, ya bilmək gərəkdir ehtimalən. Baxaşırıq mətnində nə gəlir? Kimi ibadətlər o dövrün dil xüsusiyyətlərini göstərir. Başqa hansı bölümü? Tamam, bunu istəmirik. İndi gedək kitabın ən başda görək ki, o başda özünə görə, yazara görə bir şey yazıb ya yox. Dedik, kitabın sahibi Axund Şeyxül Müskəvi, Müskoğlu, Molla Xeyrəddin ibni, bəs bu Molla Xeyrəddin düzdür. Bu kitabın sahibidir, yazarı deyil. Müskəvi, Molla Xeyrəddin İbnül Hac, Axund Molla Rəzik ya Nəsiq Ağayev. Elə bu Ağayev olacaqdır. Burada Xeyrəddin Ağayev, onun adı kamil burada yazılıbdır, amma sahibdir. Bu kitabı alıbdır. Bu tarixdə alıbdır ki, özü də orada yazmışdı. 1891-də bu kitabı alıbdır. Kitabın gedək içinə. Bismillahirrahmanirrahim fəslə. Tüşə, tuş, duş, həmən düş, tuş, tüşə, tuş, üç türlü. Tuş. İndi bunun tüşün bu axirində iğnə ucu ilə yazılmış bir, məsələn, belə bir şey var. Əcəb o tüşdür ya tüşədir, onu bilmirəm. Tüş üç türlükdür. Birisi qorxunc və birisi sevinc və birisi ilhamidir. Xuday Teala'nın, bu Xuda da misli Xəlay Teala'dır, amma mən bu dal ki çox da böyük yazılıbdır. Bu dalı çünki Xuda Teala da sonra gəlibdir, ona görə bunu Xuda oxuyuram. Xuday Teala'nın bir firiştəsi vardır. Ana mələkil röya dərlar. Lawhil Məhfuzdə hər nərsə kim Adəm oğlu üzərinə gələcək, üzərinə olacaq, üzərinə gələcək. Hər nərsə kim Adəm oğlu üzərinə gələcəkdir, or firiştə uyğuda görgürür. Amma əvvəl tüş ki sevinc olur, şükr və sədəqə vermək gərək. Amma ol tüş ki qorxuncudur, həzər qılmaq gərək. Tövbə və istiğfar və dua qılmaq gərək. İlahi bu düşün
İlla ilahi bu düşünün şerrinden şu saklağayı. Şu saklağay erdönünk diyor. Şimdi burada biraz edebiyat değişti. Dikkat buyursanız. İlahi bu düşünün şerrinden, düşünün getdi cığatay formatına burada. Bu düşünün şerrinden şu sağlığa ürünün diyor. Amma ol tüşə ki ilhamidir. Mələk-i roya bəndiga tüşündə görürüz taat ve ibadetin ve pür hizligin ve perhizligin, burada okuyabilmirdim, yerinde o perhiz okuram, perhizligin bəs şükrane ve tuğbelar edip bir perhizligini ziyade eylar. Bu dedik burada kamilen ciddi Azerbaycan ahirde Azerbaycan Türkçesinden ve hatta biraz da Osmanlı Türkçəsindən getdi Cığatay Türkçəsinə. Dedik ki, Cığatay Türkçəsinin çox böyük təsiri var idi. Özəlliklə bu Asiyada olan məmləkətlərin Çindən tutmuş da gəlmiş Azərbaycana qədər olan türk torpaqların hamısında böyük bir etkisi var və onların yazı, ədəbi dilləri hesab olurdu. Yəni Türk dünyasının ədəbi dili hesab olurdu. Beləsi desək daha yaxşıdır. Bu səfərdən bir dənə əks saldım təzəşdən. Buna ne olubdu beləsi? Çox şey olubdu. Görsətmir bundan izafə. Aha, tamam. Gedək burada bu kitabı yenə bu səfəni edit eləyək, gətirək, verək bu şeyə, görək ki, oxuya bilir ya yox və bizə bunun o birisi şeylə Əgər səhv eləmişəm dedi, bunun yazısı nəstəlikdir. Tamam, bunu da açdıq. Gələk buradan. Bu səhifəni analiz eder misin? Görək ki, bunun haqqında nə deyir? Bu səhifə əvvəlki göndərdiyiniz əlyazmanın davamı ya da başqa bir bölümüdür və mövzu olaraq yuxu, düş elmləri və onların türlərini izah edir. Mətn klassik türkçədə Azərbaycan və Cığatay etkili Osmanlı türkçəsi yazılmışdır. Yəni bu üç dənə qatışdı bir-birinə. Burada mətnin əsasi nüqtələr və analizi təqdim olunur. Mətnin başlığı və girişi. Səhifə Bismillahirrahmanirrahim ilə başlayır və altda qırmızı mürəkkəblə belə yazılıb. Fəsl, türk, düş, üç türükdür. Yəni fəsl, yuxu, üç cürədir. Yuxunun türləri. Mətn yuxarı üç qismə bölür. Yuxuları üç qismə bölür. Birinci tür ilhami, ikinci tür filan, onların işimiz yoxdur. Dil özəllikləri. Mətndə özəl və əsil kəlmələr var ki, onların mənası belədir. Türk, düş, yuxu. Türlük, cür, no. Anga, ona. İrmək, çatmaq, yetişmək. Ağrıq, ağırıq. Xəstəlik, mərəzlik. Qrafik və xət xüsusiyyəti. Xət nəstəlikdir. Ancaq katibin özünə məxsus bir şivəsi var ki, oxunuşu nisbətən rahatdır. Nisbətən. Rənglər, başlıq, fəsl və önəmli sözlər, məsələn, üçüncü, məriz, tüşü qırmızı mürəkkəblə yazılıb ki, oxucu mövzu dəyişikliğini rahat görsün. Haşiyə, səhifənin ətrafında qırmızı cədvel çəkildiyini üçün bu kitabın nisbətən önəmli və bahalı bir nüsxə olduğunu deyə bilərik. Bu səhifə əslində bir təbirnamənin girişidir. Giriş qismidir ki, yuxuların elmi və dini köklərini oxucuya tanıtdırır. Səhifənin ən aşağısında təkir ya təğyir kimi bir imza ya da o şeydir, o birisi səhifədə gələn kəlmədir. Bunu ötürək geçsin.
İndi gəldik buraya yetişdik dedik ki, amma ol tuş ilhamidir. Məlik rüya bəndəga tüşündə, bəndəgan həmin olacaq, bəndəna, bəndəga tüşündə görürüz. Görünür, yəni gögüzür. Taat və ibadətin və pərhizliyin bəs şükranə və tövbələr edib pərhizligini ziyadə eylarlar. Ka tüşi, ka həman na olacaqdır. Eylar ka. Türüşmək olacaqdır. Türüşmək gərəkdir. Və yalğan tuş üçdür. Əvvəl mət tüşi, nə mənə tüşidir? Təşdid də qoyub üstünə, birinci hərfin üstünə. O xumr nə olacaqdır? Yəni məsələn yəni birinci hərfin üstünə siz təşdid qoysanız necə oxunar bilmirəm. Mət tüşi, ikinci məriz tüşi. Üçüncü əsfat əhlam. Ola bilər əzfat əhlam olsun. Əsfat əhlamdır. O da ki üstü oxuduqda mət, o himmət oxunacaqmış. Çünki aşağıda indi onu yazdı. H bir xas yazıbdı. Ona görə orada da təqribən adam deyir, mən mürəkkəb dağılıb cöhərdən. Yəni nazikcə belə bir şey, amma himmət hər halda. Himmət tüşə oldur ki, izinlər bir nərsənə dildən, bir nəslədən ehtimalən qorğucu olur. Bəs ol kişi daim süni görər. Daim süni görür və qorqar. Anın təbiri olmaz. Ani bəqiyyətül fikr. Belə bir şey oxuram mən. Bəqiyyətül fikr dərlər. Fikrin qalanı, yəni fikir yuxuda yatmadan fikir görmürsən, fikirləşirmirsən, onu görürsən. Məriz tüşü oldur ki, kişi tənində ağrıq daya, mərəz oluşa, tüşündə daim qorxuluq və mümkün olmayan nəsnələr görür. Ya inki qara və sarı nəsnələr tik anung həm əsli olmaz. Daxi həman dəxini burada doxi yazıbdır, ehtimal verirəm. Doxi əzğafi əhlam aşğıb, əhlam əzğafi, oradakı oxuya bilmədik üstə, onu burada qəşəng yazıbdır. Orada əzfat oxuduq, nə oxuduq bilmirəm, amma burada yazıbdır. Əzğafi əhlam aşığıb məşuqini görər. Aç kimsənə nan görər və ya lanqaçlar libas görər. Lanqaçlar burada cəlib lüğətlər işlədibdir. Məsələn, lütlər ya məsələn üstə gözəl bir şey dedi ki, əzğası əhlam. O hər halda beləsi deyir ki, aşiq olacaq ehtimalən, bu qıb deyil. Aşiq, nöqtə aşağıdakının dəxinindir. Əhlam aşiq fe kimi yazıb, amma iki nöqtə qoyub ehtimalən. Aşiq məşuqini görər. Ac kimsənə nan görər. Elə bir ki, bir ac adam yuxuda çörək görür. Və ya yalğanclar, yalın bizdə deyirik, ayaq yalın, nə bilim, ya nə deyim, tumansaq. Yalğancılar, yəni paltarsız olanlar, libas görür. Misal verir içinə. Anın daxı əsli olmaz. Məriz təninin illətlərin gördüyü kimi. Bu həm daim fikrində şuni tutduğundan olur.
Məriz deyir, daimən o canındakı ağrını gördüyü üçün onu daimən fikrində tutduğunu görür. Deyir, bu da mühüm deyil. Fəsl. Tüşlərinin təfavüti bəyanında. Tüş görücü, burada bir şey yazıb oxuya bilmirəm. Tüş görücü mümin ya kafir olur, anın 14 vəci olur. Sultan, indi 14 vəc ki gördü, bu kafir olsun, müsəlman olsun, bunu ona görə deyir, sayaq görək. Vəci olur. Sultan, burada bir ra kimi bir şey yazır, ehtimal verirəm, mən indi beləsi baxıram sətirlərin axırına. Sətrin axiri, kəlmə yetişmir axirinə. Sətrin axirində biraz boş qalır. Orada bir ra kimi bir şey ya, məsələn 7 kimi üstünə də bir əlamət qoyur belə. O cür bir şey qoyur ki, o sətri doldursun ki, kitabın gözəl görünsün, ona görə qoyubdur. Sultan və səhabə, vəzir, nədim, rəis, qazi, məzki, nə deməkdir bilmirəm. Və mü'dəl, fəqih, alim, mühəddis, müzəkkər ya müzəkkir, ikisindən biri olacaqdır. Və sahibi divan. Və sahibi bərid. Divan, kitab yazanmış qədim dövlət işində. Bərid, o adam ki, bu günləri məktubları aparıb gətirən postçu. Ona deyirlər bərid. Və məşriqu azad. Ya da müşrif, müşərrəf və azad. Və bəndə. Və mərdan və zənan. Təvəncəran və dərvişan. Və xub məsturan və müfsidan. Və mərahiq ehtimalən və mürayiq və oğlancıq. Oğlancığı görürük, amma bu mərayiq nədir? O, məsələn, xanımlara işlədir, bunu nəzərimə gəlir. Qutardı burada, yəni o 14 dananı saydı, amma mən çox saydım, yəni 14 danadan çox saydım, amma bu demişdi 14 dana olacaq. Onları saydı. Amma rast tüşə tizərək, amma rast tüş tizərək təsir edər. Tezərək, yəni tezrək. Doğru yuxu tez təsirini göstərər. Amma rast tüş tezərək təsir edər. Sultan, adil və anun əshabi mümin din işində və məmləkət və qəm rəiyyət və tədbiri qəzadə olurlar və onların tuşları ilhami olur. Amma vəzirlərin tuşları anga qərib, yəni ona, anga qəribdir. Burada da yenə söz qurtardı, bir ayrı söz başlayır. Yenə bir uzun 7 kimi belə bir şey, gül kimi açıb da arasına bir şey qoyubdur. Bundan zahirən mən indi bunu təşxis verirəm ki, bu əlamət bunun bir mətləb qurtardı, o birisi mətləb başlayır, da istifadə edilir. Ya bir paragraf qurtardı, bir ayrı paragraf başlayır, onu da bu istifadə edir. Deyə bilərik beləsi. Gəldik, bir kişi töşündə sultan görsə, ya əshablərini görsə, xubdur. Və həm rəis və hacib və bunları görmək həm yaxşıdır. Amma qazi və məzki və mə'dəl və müzəkkər və mühəddis görmək əfzəldir başqalardan. Zira bunlar haqq və batili fərq edatilardır. İndi bunlar da iş adları idi. Qazi, məzki, mə'dəl və müzəkkər. Bunlar nə deməkdir? Calibdir. Mən bunu yazım, bunu örgəşim. Çünki bu çox ciddi bir söz dedi burada. Dedi ki, qazi, məzki, ehtimalən müzəkka, mü'dəl,
aparan nədir? Belə bir şey olacaqdır. Müzəkkir yenə bu da yəni və mühəddis və mühəddis bu sözlər Türkcədə hansı işlər imiş? Görək ki, bunlar nədir? Bu sözlər əski hüquq və ədliyyə sistemində, məxsusən Osmanlı və Azərbaycanın köhnə məhkəmə quruluşunda çox önəmli vəzifələri göstərir. Hər birinin özünə məxsus işi var idi. Qazi məhkəmənin başında duran şəxsidir. Həm hökm verir, həm də iyalətin mülki işlərinə nəzarət edərdi. Bugünkü hakim, cac məqamında idi. Müzəkki ya da yazıblar. Əlbəttə latincə müzəkki yazıbdır. Bu vəzifə çox maraqlıdır. Müzəkki məhkəmədə şahidlik edən şəxsin keçmişini və əxlaqını araşdırardı. Əcəb. İndi belə bir şey yoxdur. Bir adam ki gəlir şahidliğə, gedirsən eşikdə, İranda beləsi indi raic idi biz orada olanda, indi daha bəlkə çox raicdir. Görürdün, çıxırdı dadgahın eşiyində, saxtamanın eşiyində bir də adamlar dolanır. Şahid istirmisən? Hə, istirəm, şahid istirəm. Məsələn, neçə verirsən? Gəlim şahid geçsin. Adam götürürdü, bir pula danışırdı, adam gedirdi məhkəmədə, onun əleyhinə, o məndən oğurluq eləyibdi. And içir. And içirəm ki, mən şahidəm, gördüm ki, bu xanım ya bu ağa, bu ağadan ya bu xanımdan filan şeyi oğurladı ya, filan xətanı elədi, filan işi gördü, belə deyə and içirlər. O zamanlar gedirmişlər, bunu axtarmışlar, bu adam işi var, gücü var. Yalan danışır, danışmır. Oğurluq eləyir. Yəni bunu adamı tanırmışlar, görürlər ki, bu adam gəlir məhkəmədə yalandan birini ölümə verir, yalandan birinin malını əlindən çıxardır, yalandan birini müttəhəm edir. Bunları təhqiq edilmişlər. İndi yoxdur bu İranda, yoxdur. Bu vəzifə çox maraqlıdır. Müzəkki məhkəmədə şahidlik edən şəxsin keçmişini və əxlaqını araşdırardı. Əgər o şəxsin yalancı olmadığını və düzgün biri olduğunu təsdiq etsəydi, ona təzkiyə edilmiş deyilərdi. Yəni, şahidlərin güvənilir olub-olmadığını yoxlayan şəxs idi müzəkki. Müəddil kimdir? Müəddil, müzəkki ilə tanış bir vəzifədir. Müəddil, şahidlərin sözlərini və davranışlarını ədalətə uyğunluq baxımından dəyərləndirərdi. Köhnə istilahda tədili şahid deyərlər. Şahidlərin düzgünlüyünü müəyyən etmək işinə baxardı. Yəni, 4 dənə şahid gətirib adam ki, məsələn, bu adam zina edirdi. Gördük biz, zina edirdi. O adam getdi biri, o müzəkki getdi, axtardı, gördü, bunlar yalan danışmazlar. Bunlar pis işlərə girişməyiblər. Bunlar tamam, bunu qəbul edəcəkdir. Amma indi bu müəddil bunları ayrı-ayrı otaqda ya ayrı-ayrı cələsədə nə deyərlər, çarpı suala bağlar. Ki, görək bu o birisi ilə nə qədər düz gəlir, düz gəlmir. Onu bu iş görürmüş. Ehtimal verilən bu baxımdan. Köhnə istilahda tədili şahidlərin düzgünlüyünü müəyyən etmək işinə baxardı. Müdəbbir kimdir və ya mühtəmilən sizin yazdığınız müddəkkir. Görüm ki, belə bir şey var burada. Müəddil və müzəkkir. Əlbəttə ki, mən müdəbbir yazmışam ehtimalən bunu. Müzəkkir yazacaqdım, bunu dəyişdirim. Müzəkkir. Bir də bunu tazaşdan desin, axtarsın. Mən bu yazılarında gərək diqqət eləyəm, şey olur, yəni çox da müzəkki, müəddil, müzəkkir. Müzəkki reyz ilə yazılırdı, bu dalz ilə yazılır. Bu söz zikr kökündən gəlir. Məzhəbi toplanışlarda, məscidlərdə və ya mədrəsədə insanlara vəz verən, nəsihət edən və dini hökmləri xatırladan şəxsidir. Vaiz kəlməsinə yaxın bir mənası var. Ancaq daha çox yada salmaq və əxlaqi moizə etmək məşğul olardı. Bəs bu da müzəkkir o adamdır ki, xeyirxah bir adamdır, əxlaqı filanızı da yada salar. Mühəddis, İslam elmləri ilə məşğul olan böyük alimdir.
onun əsasi vəzifəsi Peyğəmbərin sallallahu əleyhi və səlləm hədislərini araşdırmaq, əzbərləmək və nəql etməkdir. Mühəddislər hədislərin sənədlərini kimin kimdən eşitdiyini dəqiq bilirlərdir və bu sahədə mütəxəssis sayılırdılar. Tamam, buradan da bunu bildik ki, bunlar da yaxşı bir adamlarmışlar. Kitab buradan elə əvvəldə girdi mövzuya, heç zətdə demir yazara görə. Biz də bunu elə burada buraxaq. Kitab 136 səhifədir. Gedək 50-ci səhifədən bir neçə kəlmə oxuyaq və gedək o biri səhifəyə. Deyir ki, hardan deyirmiş bu? Oradan istəyirəm xanım. Rüku və sucud Xudağa qəribul məqdur. Əgər yuxuda biri sucud o şey görsə, sucud o ruku görsə, deyir ki, Xudağa qəribul məqdur və əgər qiblədən qeyri canibə namaz qılsa, əlaməti iştiqatdır. Nə mənə deməkdir, bunu bilmirəm. Əlaməti əl-şətvatdır. Belə bir şey yazıbdır. Şəqavət ehtimalı ola bilər. Şəqavət də ola bilər. Yox, şəqavət deyil. Və əgər qiblə tərəfinə oqsa, namazını tamam etsə, hər bir murdarlərinə ərişə işləri tamam olur. Hər bir muradlərinə ərişə, murad deyil, murdar deyil, muradlərinə ərişə işləri tamam olur. Və əgər tamam olmasa işi, tamam olmaz. Əgər bir qovmə imam olsa, İranlar, diqqət edin, indi burada yenə İran yazıldı. Demişik ki, İran sözü ərdən gəlir. Ərin cəmi, bu ikinci kitabdır ki, Cığatay dilində İran sözü yazılır, ərin cəmidir. Bir də oxuyacam bura. Əgər bir qovmə imam olsa, İranlarqa və xatunlarğa. Mən burada bağlamalıyam. Görək ki, nə olur? Mənə bir telefon var.